Salam olsun izləyicilərimizə. Bu gün 2015-ci ilin ümumi qabiliyyət imtahanının riyazi hissəsinin suallarını təhlil edəcəyik. Əgər videonu bəyənsəz, videoya like atmağı, kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Əlaqə saxlamaq istəyənlər videonun açıqlama hissəsindəki əlaqə məlumatlarını istifadə edə bilərlər. 2016-cı ilin videosuna sağ üstdəki kart vasitəsilə keçid edib baxa bilərsiniz. İndi baxaq 41-ci suala. Miqdar müqayisəsi. Ədəd oxu üzərində göstərilən nöqtələrlə bərabər hissələrə bölünübdür. Deməli, A 4-dür, C 5-dir. İndi B-nin koordinatını tapmağımızı istəyir. 4,3-dəki ilə müqayisəsini. Deməli, biz baxırıq ki, ümumiyyətlə, burada neçə dənə uzunluq vahidi var? 1, 2, bura 3, 4, 5 dənə gəlibdir. İndi 5 dənə gəlibdir və B onun ikincisindədir. Burada üstündə qaraladım, amma 2-də idi. Deməli, o 5 dənə uzunluq vahidinin hər birinin neçə vahid artdığını nətər bilə bilərik? 2 dənə qonşu ədəddən böyükdən kiçiyi çıxırıq. Yəni, C-dən A-nın koordinatını çıxırıq. 5-dən 4-ü çıxdıq. Böldük həmin uzunluq vahidlərinin sayına. O da nə elədi? 5-də 1. İndi B-nin koordinatını tapmaq üçün 4-dən ya 2 dənə uzunluq vahidi irəli getməliyik, ya da C-dən 3 dənə uzunluq vahidi geri getməliyik. Gəl biz daha yaxın olduğuna görə A-dan 2 uzunluq vahidi irəli gedək. Yəni A-nın üstünə 2 dəfə 5-də 1 gəlməliyik. Yəni 2 vur 5-də 1 gələcəyik. Bu da nə olacaq? 4 üstə gəl 5-də 2. Bu da ilə onsuz da qarışıq ədədin yazılışıdır da. 4,5-də 2. İndi 4,5-də 2 mi böyükdür, yoxsa 4,3-də 2 mi? Təbii ki, 4,3-də 2 böyükdür. Nəyə görə? Çünki onsuz da tam hissələri bir-birinə bərabərdir. Müsbət ədədlərdə onsuz da bunlar. Və tam hissələri bir-birinə bərabər olanda kəsr hissə hansında böyükdürsə qarışıq ədəddə həmin ədəd böyük olmuş olur da. 3-də 2 mi böyükdür, yoxsa 5-də 2 mi? Təbii ki, 3-də 2 böyükdür. Niyə? Sürətlər bir-birinə bərabərdir. Məxrəci kiçik olan böyük olmuş olur müsbət kəsrlərdə. İndi burada deməli cavab nə oldu? B variantı B sütunu böyükdür. Deməli 42-ci suala baxaq. X A-dan 6 dəfə artıq, X A-dan 6 dəfə artıq, B isə X-dən 2 dəfə azdır. Baxın, sözlərlə oynayıblar. Ona görə başa düşmək lazımdır. Nədir X-ə nəzərən? X-lə ifadə eləyək hər ikisini, B-ni də A-nı da. X-ə nəzərən görəcəyik ondan olduğunu. Və A və B müsbət ədədlərdir. Bunu unutmayaq. Deməli, A nəyə bərabər olacaq? A bərabər olacaq. A X-dən, deməli yox, X A-dan 6 dəfə artıq. Az qala mən də çalışmışdım. X A-dan 6 dəfə artıqca, deməli A X-dən 6 dəfə azdır. Yəni X bölünsün 6-ya bərabərdir. B isə X-dən 2 dəfə azdır. Burada konkret B bərabərdir. X bölü 2. İndi hansı böyükdür? B mi, 3A mı? Biz A-nı bilirik nə olduğunu. 3A nəyə bərabər olacaq? 3A da bərabər olacaq. 3 vurulsun X bölü 6-ya. Bunlar ixtisar getdi. Məxrəcdə 2 qalacaq. Deməli, 3A da X bölü 2-yə bərabərdir. B də X bölü 2-yə bərabərdir. Deməli, bunlar bir-birinə bərabər olurlar. Fərqi yoxdur. Müsbət olaydı, mənfi olaydı. Yenə də bunlar bir-birinə bərabər olacaqdı onsuz da. Bərabər gəldiklərinə görə. Deməli, cavab oldu C variantı. 43-cü suala baxaq. Hər gürcü hərfini onun gürcü əlifbasındakı sıra nömrəsinə uyğunlaşdırsaq, hərflərin hər ardıcıllığına nəsə bir ədəd uyğun gələcək. Məsələn, 1, 3, 2, 1, 4 ədədi hərflərin MBAD ardıcıllığına uyğundur. Çünki gürcü əlifbasında N-in sıra nömrəsi 13, B-nin sıra nömrəsi 2, A-nın sıra nömrəsi 1, D-nin isə 4-dür. Aha. İndi 1020 ədədinə uyğun gələn hərflərin ardıcıllığında hərflərin miqdarı, yəni sayı mı, yoxsa 3 mü? İndi 1020-yə baxanda biz başa düşməliyik ki, bu birinci 1 ola bilməz. Yəni, birinci hərf ola bilməz da. A ola bilməz. Niyə? Çünki ondan sonra gələn 0,2-dir. 0,2 nömrə mi olur? Yəni, gördüyünüz kimi, onsuz da orada bizə 1-in əvəzinə 0,1 verməyiblər. 1 veriblər. Ondan sonra 4-ün yerinə 0,4 verməyiblər. 1 götürsək, çünki 0,2 və yaxud da 0,20 və yaxud da 0-ın özünü götürmək məcburiyyətində qalmalıyıq. Amma 0 sıra nömrəsi təşkil eləmir hansısa bir hərf üçün. Deməli, məcburi şəkildə 10-u götürməliyik. Çünki 102-ni də götürə bilmərik. Çünki 33 dənə hərf var, 102 nəyi ifadə edəcək? Həm ona görə, həm də sonda 0 qalır. 0 nəyi ifadə edəcək bəs? Deməli, mütləq şəkildə 10-cu hərfi götürməliyik və
2 ilə 0-ı da ayrı-ayrıqda götürə bilmərik. Niyə? Çünki 2-ni götürsək 0-cı hərf nə ifadə edəcək? Hansı hərfi? O da olmayacaq. Mütləq şəkildə də 20 də ayrı bir hərf ifadə edəcək. Deməli 1020 ədədinə mütləq və mütləq şəkildə 2 dənə hərf uyğundur. 10-cu və 20-ci hərflər başqa bir variant mümkün deyil. Deməli 3 həmin saydan böyükdür. Cavab olacaq B variantı. Amma məsəl üçün bizə elə başdakı nümunəni versə, MBAD yox da başqa bir sıralamanı da ifadə edə bilər. Niyə? Çünki 1, 3, 2, 1, 4 yazılıbsa, daha dərin analiz eləyək sualı. Burada mən hardan bilim ki, burada 13-ü nəzərdə tutub, yoxsa 1 ilə 3-ü nəzərdə tutub? Ya da 1 ilə 32-ni. Gürcü dilində 33 dənə hərf var. Ola bilər 1 ilə 32-ni, bir də 14-ü nəzərdə tutubdur. Və yaxud da başqa cür deyək, 1 nəzərdə tutub, 3-ü nəzərdə tutub, 2-ni, təzədən 1-i, təzədən 4. Neçə dənə fərqli kombinasiya çıxartmaq olar buradan? Yəni, burada əsasən MBAD-yə görə biz bilirik bu MBAD-ni ifadə edir. Amma bu sıralamanı versə, ona uyğun hərf sıralaması çoxlu ola bilər. Amma 1020-yə uyğun hərf sıralaması yalnız 10-cu və 20-ci hərflərdə Gürcü əlifbasında başqa cür ola bilməz. İndi baxaq 44-cü suala. ABC bərabəryanlı düzbucaqlı üçbucaqdır. Ona çəkilən kvadratın bir tili A-ya uyğun gəlir. Qalan tillər isə bir tili yox da təpəsi A-ya uyğun gəlir. Qalan tillər isə bu üçbucağın tərəflərində yerləşir. Kvadratın tilindən çox tərəf, yəni tərcümədə yüngül problemlər var, amma eybi yoxdur. Sualı başa düşürük əsas odur. Bu üçbucağın tərəflərində yerləşir. Kvadratın sahəsinin ABC üçbucağının sahəsinə nisbəti. Kvadratınkinin ABC-nin sahəsinə. Deməli, bu ümumiyyətlə biz bildik ki, bunu biraz nazikləşdirək, şəklin üstündə işləyəcəm. Biz ümumiyyətlə bildik ki, bu kvadratdır və üçbucaq da, düzbucaqlı üçbucaq da bərabər yanlıdır. Bərabər yanlı düzbucaqlı üçbucağın bucaqları neçə dərəcə olur? Hətta yaxınlaşdıraq bunu. Daha yaxşı görməyimiz üçün. Bucaqların dərəcə ölçüsü 45 olur. Burada 45-dir, burada 45-dir və avtomatik olaraq bura kvadrat olduğuna görə bura düz bucaqdırsa, bu da düz bucaqdır da. Onda bura da düz bucaqdır. Yəni bura 45-dirsə, onsuz da buranın düz bucağı olduğuna görə də tapmaq olar 45 dərəcə olduğunu. Ondan sonra buradakı 45 dərəcəyə uyğun bucaq olduğuna görə, çünki tərəfləri paralel, bir də ortaq olduğuna görə uyğun bucaqdır. Ona görə də tapmaq olar. Bura 90-dır, buradan da yenə 45 gəlir. Çox müxtəlif üsullarla tapmaq olar. Sual o qədər sadədir ki, yəni bucaqların hamısının burada əmələ gələn üçbucaqların da düzbucaqlı, bərabəryanlı düzbucaqlı üçbucaq olduğunu müxtəlif üsullarla tapmaq olar. İndi kvadratın tərəfinə x desək, hamısı x olur da. Kvadratın bütün tərəfləri bir-birinə bərabərdir. İndi burada 45-in qarşısında x durubsa, burada 45-in qarşısında x duracaq. Eyni qaydada burada da. Tapdıq ki, kvadratın tərəfi x-dir. Bərabəryanlı düzbucaqlı üçbucağın katetləri də 2x-dir. Bizə indi kvadratın sahəsinin düzbucaqlının daha doğrusu bərabəryanlı düzbucaqlı üçbucağın sahəsinə nisbətini soruşurdu. O da nəyə bərabər olacaq? Artıq tərəfləri hər birini x ilə ifadə edəndən sonra kvadratın sahəsi nə olacaq? X, bunu biraz nazik eləyək. X kvadratı olacaq. X kvadratının 2x bərabəryanlı düzbucaqlı üçbucağın sahəsi nə olacaq? 2x vur 2x katetlərin hasilinin yarısı. Yəni, o da nə eləyəcək? 4x kvadratı bölü 2, yəni 2x kvadratı. O da x kvadratının 2x kvadratının nisbəti. O da biz bilirik ki, nəyə bərabər olacaq? 2-də 1-ə. Deməli, həmin nisbət 2-də 1-ə bərabərdir. Cavab olacaq C variantı. 45-ə baxaq. Vaxtankla Qiyanın maaşları eyni cür idi. İlin axırında Vaxtankın maaşını 120%, Qiyanın maaşını isə 2 qat artırdılar. Ümumiyyətlə, əvvəlki, daha doğrusu irəlik illərin izahlarında da, yəni əvvəlki videolarda da demişdim. 2 qat artma 100% artmadır. 3 qat artma 200%. Nə bilim, belə davam eləyir. Buradan analoji olaraq çıxartmaq olar, amma yenə də tutaq ki, bilmiriksə, hər birinin maaşı x-dir. Vaxtankın, Qiyanın. Vaxtankın maaşını 120% artırdılar. 2,2x olacaq, amma hardan gəldiyini də göstərim yenə də. X-i n faiz artırma düsturu. X olsun 1 üstə gəlinsin 100-də n. Yəni 120% qoyacaq n-in yerinə də. O da nəyə bərabər olacaq? Bunlar 20 ixtisar getsə burada 5-də 6 qalmırmı?
5-də 6. 1-in üstünə 5-də 6 gələndə 1-i 5-də 5 kimi yazırıq. Ona görə elə olur. 5-də 6 gələndə nəyə bərabər olacaq? 5-də 11-ə. Yəni olacaq x-də 5-də 11-ə vuranda 5-də 11x. Lap bunu 11-i 5-ə bölüb oradan 2,2x olduğunu da yaza bilərik. Fərqi yoxdur. Giyanın maaşını da 2 qat artırdılar. O da oldu neçə? 2x. Həndasının maaşı çoxdur. Təbii ki, vaxtangın maaşı çox oldu. 2,2x və yaxud da 5-də 11x. Yəni 5-də 11 2-dən böyükdür. Bunu da görə bilirik onsuzda. Buradakı ədəd 2-dən böyük deyilmi? Çünki 2 5-də 10-dur da. Yəni tutaq ki, çevirmədik onluq şəxsi. Oradan da başa düşməliydik onsuzda. Deməli, vaxtangıncını 120% artırmışdılarsa, vaxtangın maaşı daha çox oldu. Cavab oldu A variantı. İndi baxaq. A və B elə müsbət ədədlərdir ki, A üstəgəl B 1-dən böyükdür və hər ikisi müsbətdir. A, B yoxsa 1, hansı böyük olacaq? İndi təbii ki, burada şərtlər kifayət eləməyəcək bu sualı həll eləmək üçün. Yəni 1 ilə müqayisə eləyə bilməyəcəyik. Niyə? Çünki burada hər ikisinin müsbət ədəd olmağı, amma 0 ilə 1 arasında 1 və yaxud da 1-dən böyük olduğunu heç birini bilmirik. Məsəl üçün, A 0 ilə 1 arasında kiçik bir ədəd olsun, B də 1-dən biraz böyük ədəd olsun. Onda hasil 1-dən kiçik olacaq. Nəyə nəzərdə tuturaq? Məsəl üçün, A 5-də 1 olsun, B də 2 olsun. Bunların hasili nə olacaq? 5-də 2. 1-dən kiçikdirmi? Kiçikdir. 1-ə bərabər də ola bilər. Nə hansı halda ola bilər? Bir digərinin tərsi olsun. A məsəl üçün 5-də 1 olaraq qalsın, B də onun tərsi. Yəni 5 ilə 1-in yerini dəyişək də. O da olacaq 5. Onda bunların hasili nə olacaq? 1. Və yaxud da məsəl üçün A olsun 5-də 4, B də olsun məsəl üçün 5. Onda bunların hasili nə olacaq? Olacaq 5-lər ixtisar gedəcək 4 olacaq. Yəni qısacası bu iki ədədin hasili 0-dan böyük istənilən bir ədəd ola bilər. İstənilən bir ədəd, təkcə bu göstərdiklərim yox. Sadəcə bunu izah üçün, daha yaxşı başa düşməyiniz üçün elə belə göstərdim. Amma başa düşülür ki, bu şərtlər altında bu iki ədədin hasili istənilən bir ədəd ola bilər. 0-dan böyük istənilən bir ədəd, daha doğrusu. Deməli, onda şərtlər kifayət eləmir, cavab olacaq C variantı. Baxaq 47-ci suala. A natural ədəddir, təsvirlərindən ən böyüyü hansının qiymətidir? Ən böyüyü hansının qiymətidir? Fikir verin, A naturalsa biz başa düşməliyik ki, bu bütün kəsirlərin hamısı müsbət kəsirdir. Yəni, A natural olduğuna görə onun üstünə də başqa bir natural ədəd gəldiyimizə görə məxrəc də müsbətdir. Sürətlər də müsbət olduğuna görə onda kəsirimizin qiyməti müsbətdir. A-nın nə olmasının heç bir önəmi yoxdur. Biz bilirik ki, sürət və məxrəc müsbət olanda, yəni müsbət kəsirdə məxrəc kiçildikcə kəsirin qiyməti artır və yaxud da sürət böyüdükcə kəsirin qiyməti artır. İndi bunlardan ən böyüyünü soruşur. Fikir verin, sürəti ən böyük olan budur, hətta məxrəci də ən kiçik olan budur. Yəni bu digərlərinin də müqayisədə böyük olacağını konkret bir şəkildə deyə bilərik. Niyə? Həm məxrəci ən kiçikdir, həm də sürəti ən böyükdür. Yəni bunun nisbətinin ən böyük olacağını, 6-nın A üstəgəl 1-ə nisbətinin ən böyük olacağını konkret bir şəkildə deyə bilərik. Ona görə cavab olacaq A plus 1-də 6. Kubun sahələrinin cəmi 24 kvadrat santimetr olduqda onun həcmi. Yəni tam səthinin sahəsi 24 kvadrat santimetrdir. Nə deməkdir? Yəni 6 dənə kvadrat üzünün sahələrinin cəmi 24-dür. Yəni 6A kvadratı, hər bir tilin uzunluğu da A olsa 24-ə bərabərdir. A kvadratı bizə deyib ki, onda nə olur? 24 bölü 6-dan 4. A nəyə bərabər olur? Təbii ki, 2, mənfi 2 ola bilməz. Tilin uzunluğundan söhbət gedir. İndi til 2-dirsə, həcm nəyə bərabərdir? 2-nin kubuna, o da bərabərdir 8-ə. Deməli, cavab oldu A. Çox sadə bir sual. Kalkulyatorun ekranda ədədin yalnız təkliklərinin və onluqlarının dərəcələrinin rəqəmləri görünür. Yəni, təklik və onluq mərtəbələrinin rəqəmləri görünür. 85 üçün natural M ədədini artırdıqdan sonra kalkulyatorun ekranında 43 ədədi göründü. M sadalanlardan hansına bərabər ola bilər? Yəni 85-in üstünə hansısa bir M ədədi gəlir, ekranda 43 ədədi görünmək nə deməkdir? Yəni ki, onluq 4-dür, təklik 3 olmalıdır. Yəni bu necə ola bilər?
Deməli, üstünə M gələndə, məsəl üçün 143 ola bilər ən kiçik halda. 243 ola bilər, 343 ola bilər, 443 ola bilər. Baxın, belə 100, 100, 100, 100 arta-arta sonsuz sayda ədəd ola bilər. Amma onsuz da demir ki, hansına bərabər olacaq. Hansına bərabər ola bilər deyil. Yəni, bu ədədlərdən hansını 85-in üstünə gələndə sonu 43 ilə bitəcək. Yəni, onluqla təkliyi 43 olacaq. O mənada. Təbii ki, sonu 3 olması üçün 8 olmalıdır. 58 mi, 38 mi? 58 olacaq. Çünki 38 üstünə gələndə 123 eləyir, amma 58-ə gələndə 143 eləyəcək. Ona görə cavab olacaq 58. Bu da sadə bir sual idi. Deməli, otaqda 3 qız var. Onların orta hündürlüyü 1,4 metrdir. Otağa daha bir qız daxil oldu. Onun hündürlüyü 1,8 metrdir. Otaqdakı qızların orta hündürlüyü nəyə bərabərdir? Yəni, daxil olandan sonra o qız. İndi, bunu hər dəfə belə yazıram. 3 dənə qızın hündürlükləri, boyların hündürlüklərini belə yazaq. Hündürlükləri cəmini. X2 üstəgəl X3. Və bunların hündürlükləri cəmini 3-ə böləndə, onların sayına böləndə, onların orta hündürlüyünü almış olmuruqmu? Deməli, buradan S nəyə bərabər çarpaz vuranda 3 vurulsun 1,4-ə. Yəni, 4,2-yə. Yəni, bunların hündürlükləri cəmi 4,2 olmalıdır ki, onların orta hündürlüyü 1,4 olsun. Sayıları 3 olduğuna görə. Və bunların hündürlükləri cəmi 4,2-dir. Yenə bir nəfər də gəldi. Üstə gəl 1,8-dir onun da boyu. İndi orta hündürlük neçə olacaq? İndi onların sayı neçə oldu? 3 nəfər idi, 1 nəfər də gəldi. 4 nəfər. Onların boyları cəmi 6 olacaq. Orta hündürlüyü də tapmaq üçün onların sayına, yəni 4-ə bölməliyik. Yəni 6-nı 4-ə bölməliyik. O da eləyəcək 3/2. Oradan da gələcək 1,5. B variantı. Deməli, baxaq 51-ci suala. A, B və C natural ədədlərdir. Məlum olduğu kimi 2A üstəgəl B tək, A üstəgəl 2C cütdür. Sadalananlardan hansı tək ola bilməz? Ümumiyyətlə, birinci suala qaçmamış. Birinci bizə verilən şərtləri analiz eləməliyik. Yəni, variantların heç bir önəmli deyil hələlik bizim üçün. Götürüb bu sualı oxuyan kimi varianta baxmağın, ümumiyyətlə, bütün suallar üçün deyirəm. Varianta baxmağın hələlik çox da əhəmiyyəti yoxdur. Bəzi suallarda ola bilsin, ola bilər, amma əksər suallarda, sualların 90%-dən çoxunda varianta boş-boşuna baxmağın əhəmiyyəti olmur. Ona görə gəlin biz burada bizə verilənləri təhlil edək. ABC naturaldır və 2A üstəgəl B tək ədəddir. Baxın, 2A üstəgəl B tək ədəddir. A istəyir tək olsun, istəyir cüt olsun. Həmin təki də, cütü də 2-yə vuranda cüt eləməyəcək. Bura cütdür. Və cütün üstünə nə gəlməliyik ki, bu tək olsun? Yəni, bu bütün ifadənin qiymət təkə bərabər olsun. Cütün üstünə təbii ki, tək gəlməliyik ki, bu ifadənin qiyməti tək ədəd olsun. Cüt gəlsək, cüt olar. Deməli, B təkdir. Biz B-nin tək olduğunu başa düşdük. Və ikinci ifadəyə baxanda A üstəgəlinsin 2C bərabərdir cütə. Biz C nə olur olsun, tək də olsa, cüt də olsa, onu cütə vurduğumuza görə, yəni müəyyən sayda vuruq olsun, istəyir 2 sayda olsun, yəni 2 vur C, istəyir 10 dənə olsun, istəyir 20 dənə olsun. Biri belə cüt olanda həmin hasil cüt eləmiş olur. Niyə? Çünki o cütün birini təkə vurdunsa cüt elədi, artıq cütləri təkə vuranda davamlı şəkildə cüt eləyəcək. Ona görə hasil cüt gəlir. Burada da bir dənə vuruğun biz 2 olduğunu bilirik. C tək də olsa, cüt də olsa hasil cüt olacaq. Buradakı C bu C ilə bərabər deyil. Bu ifadənin qiymətinin cüt yazsam daha yaxşı olar. Cütə bərabər olduğunu qeyd eləmişəm. Deməli, C-nin işarəsi deyirəm. Təkliyini, cütlüyünü bilmirik. Amma buranın cüt olduğunu bilirik. Deməli, A nə olmalıdır ki, həmin cəm cüt olsun? A mütləq şəkildə cüt olmalıdır. A cütdürsə, A-nın da cütlüyünü tapdıq, amma C haqqında fikrimiz yoxdur. Yəni, bu iki şərtdən biz bu ikisini tapa bildik. Yəni, B tək, A cütdür. Sadalananlardan hansı tək ola bilməz? İndi bizim A ilə B haqqında fikrimiz var. A ilə B-ni toplayanda, yəni tək ilə cüt toplayanda tək eləmirmi? Təkin üstünə tək gələndə, yəni C tək olsa, cüt eləyəcək. Cüt gələndə tək eləyəcək. Yəni tək də ola bilər, bu cəm cüt də ola bilər. Bizə deyir ki, tək ola bilməz. İndi bura baxaq. B. B bilirik ki, təkdir. C tək olsa həmin cəm cüt eləyəcək. C artıq cüt olsa
həmin cəm tək eləyəcək. Deməli, tək də ola bilər, bu cəm cüt də ola bilər. İndi A üstə gəl C-yə baxaq. A cütdür. C cüt olsa həmin cəm cüt eləyəcək. Cütün üstünə cüt gəldiyimizə görə. C tək olsa həmin cəm tək eləyəcək. Deməli, tək də ola bilər, cüt də ola bilər. Tək ola bilməz fikrinə uyğun gəlmir. 2C üstə gəl, A üstə gəl B. Aha. İndi A-nın üstünə B gələndə tək eləmirmi? Çünki cütün üstünə tək gəlirik. A ilə B haqqında bir fikrimiz var. Və dedik ki, 2C mütləq şəkildə cüt eləyəcək. Niyə? Çünki C tək də olsa, cüt də olsa, həmin ədədi 2-yə vuranda, yəni cüt ədədə vuranda cüt eləyir. İndi 2C cüt elədi, A ilə B-nin cəmi isə tək elədi. Cütün üstünə tək gələndə tək eləyəcək. Burada artıq demir, ya tək də ola bilər, cüt də ola bilər. Bunun qiyməti konkret bir şəkildə tək olacaq. Bizə isə deyir, tək ola bilməz. İndi baxırıq deyə, tək ola bilməz, yəni o deməkdir ki, cüt olacaq mütləq şəkildə. İndi bura baxırıq. A üstə gəl 2B ilə başlayaq. A-nın biz cüt olduğunu bilirik. B təkdir, təki 2-yə, yəni cütə vuranda cüt eləyəcək. Bu A da cütdür, 2B də cütdür. Bunları toplayanda nə eləyəcək? Cüt eləyəcək. İndi 2C də cütdür. Nəyə görə? C tək də olsa, cüt də olsa, onu 2-yə vuranda cüt eləyir. Və buradakı cütün üstünə, burada 2 dənə cəmi, yəni bu iki toplayandan sonra əmələ gələn cəmi, yəni cüt ədədə gələndə mütləq bir şəkildə cüt eləyəcək. Ona görə də bu variant mütləq şəkildə cüt eləyəcəyinə görə tək ola bilməz fikrinə uyğun gəlir. C variantında mütləq şəkildə tək idi. Qalan 3 variantda isə tək də ola bilər, cüt də ola bilər dedik. Çünki C-nin təşiyini, cütlüyünü bilmirdik. Amma burada C-ni artıq 2-yə vurmaqla konkret bir fikir əldə etdiyimizə görə bu ifadənin konkret bir tək və yaxud da cüt olduğunu tapa bilirik. Amma o birislərdə C-nin əmsalı tək idi. Ona görə tapa bilmirdik. 52-ci sual. Artıq göstəricilərin təhlilinə gəldik. Aralarında 60 km məsafə olan A və B məntəqələrindən eyni vaxtda bir-birinə əks istiqamətdə 2 turist yola çıxdı. Biri velosipedlə B məntəqəsindən, digəri isə motosiklla A məntəqəsindən. Hər iki turist bütün yol boyu dincəlmədən hərəkət edirdi. Velosipedçi 10 km, motosikl isə 40 saatda 40 km sürətlə. Turistlər neçə saatdan sonra bir-birinə görüşəcəklər. Şalva diaqramından istifadə etməklə bu məsələni həll etməyə cəhd göstərdi. O, turistlərin A məntəqəsindən uzaqlaşması və hərəkətin başlanmasından keçən dövr arasında asılılığı təsvir etdi. Ümumiyyətlə, yenə deyirəm, 52-ci suala keçmədən, göstəricilərin təhlilində ilk suala keçmədən bunu bizə verilən diaqramı analiz eləməliyik. İndi gəlin analiz eləyək. Biz bilirik ki, motosikl, deməli, velosiped B məntəqəsində idi. B məntəqəsində olan velosipeddir, A məntəqəsində olan motosikldir. İndi, baxırıq ki, bu nədir? 40-40 xət velosipedçiyə uyğundur. Düz xətt isə motosikl istifadə edənə uyğundur. Deməli, onda baxırıq ki, motosikl A məntəqəsindən çıxıbdır. Deməli, bura A-dır. Başa düşürük ki. Ona görə A məntəqəsindən uzaqlaşması 0-dır. Çünki A-nın düz özündədir. Bura çatanda, burada da B məntəqəsidir. Baxın, velosipedçi də buradan çıxıbdır. Yəni, 60 km məsafədən, çünki həmin məntəqələr arasındakı məsafə 60-dır axı. Getdikcə velosipedçi gəlir, A məntəqəsindən uzaqlaşması 0 olur. Yəni, A məntəqəsinə çatır. Motosikl isə gedir A məntəqəsindən, gəlir B məntəqəsinə çatır. Onda onun da A məntəqəsindən uzaqlaşması 60 olur. Niyə? Çünki artıq B-yə çatdı. B-dən A-ya da məsafə 60-dır. Yəni, bunu veribdir bizə. Başqa nə başa düşürük? Burada da saatı veribdir. Məsəl üçün, bizə nəyi görürük buradan? Velosipedçi 1 saatdan sonra, gəlirik, baxırıq bura, 1 saatdan sonra haradadır? A məntəqəsindən uzaqlaşması 50-dir. Yəni, bayaq 60 idi, indi 50 oldu. Yəni, 10 km yaxınlaşdı. Niyə? Çünki saatda 10 km-lə gedir. Eyni şey motosikl da aiddir. İndi 52-ci suala baxaq. Şalva öz diaqramında göstəricilərdən birini qeyri-düzgün əks etdirir. Diaqramda hansı göstərici qeyri-düzgün, yəni səhv əks etdiribdir? A və B məntəqələri arasındakı məsafə 60 km-dir. Həqiqətən də 60 olduğunu qeyd edib də düzdür. Motosikl A məntəqəsindən, velosipedçi isə B məntəqəsindən çıxmışdı. O da düzdür, çünki bayaq izah elədiyim kimi A məntəqəsindən uzaqlaşması, yəni uzaqlığı burada velosipedçinin 60-dırsa, deməli bunun B məntəqəsində olduğunu nəzərdə tutubdur. Şalva ona görə şərtə uyğun çəkibdir. Bizə çünki demişdi ki, velosipedçi
B məntəqəsindədir. Motosikl isə A məntəqəsində. O da doğrudur. Motosikl saatda 40 km sürətlə hərəkət edirdi. İndi bu nəyə görə səhv ola bilər? Məsəl üçün, baxaq motosikl buradan çıxıbdır A məntəqəsindən. İndi gedir. 1 saatdan sonra hardadır? Aha. Baxırıq ki, 1 saatdan sonra bu gəldi bura hər uzunluq vahidi 5 olduğuna görə 35 ilə 40 arasında bir məsafə qət elədi. 0-dan 37,5 deyə bilmərik, çünki tam ortasıdır, bilmirik onun kəsdiyi yer 35 ilə 40-ı. Amma baxın, motosikl saatda 40 km sürətlə hərəkət edirdi. Şalva həqiqətən də öz diaqramında onu səhv qeyd edir. Çünki normalda bu düz xəttin, yəni 1 ilə 40-ın koordinatından keçməlidir. Yəni amma burada gördüyünüz kimi oradan keçməyibdi. Amma velosipedçi saatda 10 km sürətlə hərəkət edirdi. Onu ilə başda izah elədim onsuz da 10 km-dən sonra, yəni 1 saatdan sonra daha doğrusu, həqiqətən 60 km-dən 50 km-ə enibdi A məntəqəsindən uzaqlığı velosipedçinin. Ona görə doğrudur bu düz xətt. Amma bu motosikl düz xətti isə sürətin 40 yox da 35-40 arasında olduğunu göstərir. Yəni bu düz xətt nisbətən sola doğru meyilli olmalı idi ki, burada gəlsin saat 1 olanda 40-dan keçsin. Ona görə bu fikir səhvdir şalvanın diaqramında. Yenə də D-yə də baxaq biz. Velosipedçi də, motosikl də istirahət etmədən bərabər sürətlə hərəkət edirdilər. Bərabər sürətlə hərəkət etdiyini nədən başa düşürük biz? Düz xəttdir. Əyri xətt olsaydı həqiqətən fərqli olardı. Amma düz xətt onu göstərir ki, sürət bərabər sürətlə hərəkət olunubdur. İndi 53. Şalvanın çəkdiyi diaqrama əsasən turistlər hərəkətə başladıqdan sonra görüşəcəklər. Bunların görüşməsini nə ifadə edir bizim diaqramda? Baxın, bura ifadə edir. Bura. Nəyə görə? Bu A məntəqəsindən gəlir. Hardasa bu motosikl 45 ilə 55 km arasında məsafə qət eləyir. Bu da 10 km buradan belə gəlir. 15 ilə 10 arasında məsafə qət eləyir velosipedçi və bu nöqtədə görüşürlər. Ondan sonra motosikl B şəhərinə gedir, velosipedçi də A şəhərinə gedir. Yəni bunların neçə saata görüşdüyünü bilmək üçün, yəni bu nöqtədə görüşüblərsə, burada da görüşəndə nə qədər vaxt keçibdi şalvanın çəkdiyi diaqrama əsasən. Baxırıq ki, baxın, burada görüşmə nöqtəsində uyğun gəlir bura. Bəs bura neçə saatdır? 1 saatdan böyükdür, amma 2 saatdan da kiçikdir. Burada görürük ki, 4 dənə uzunluq vahidi var, 1 ilə 2 arasında. Yəni ki, ora hər bir uzunluq vahidi neçə olacaq? 2-dən 1 çıxacaq, böləcək 4-ə. Deməli, oradakı hər bir uzunluq vahidi 4də 1 saatdır. 4də 1 saatdır. Deməli, şalvanın fikrinə görə bunların görüşdüyü zaman nə qədər vaxt keçmiş olacaq? 1 üstəgəl 4də 1. Yəni 1 tam 4də 1 saat. 1 saat olsa saat formasında verir bizə. Üstəgəl 4də 1 saatdır. Onsuz da bu qarışıq ədəddə izah eləmişdim bunu başqa illərdə də. Əgər izləyənlər varsa indi bu videonu da izləyənlər arasında. 4də 1 saatda neçə dəqiqə eləyəcək? 4də 1-i vururuq 60-a. Saatı dəqiqə çevirəndə 60-a vururuq da. O da bunlar ixtisar gedir 4-ə. Burada 15 qalır. 15-də 1-ə vuranda 15 dəqiqə. Deməli ki, nə imiş? Şalvanın fikrinə görə onlar 1 saat 15 dəqiqədən sonra görüşəcəklər. Amma bu doğrudurmu? Doğru deyil. Niyə? Çünki o motosiklın sürətini doğru göstərməyib diaqramda. Bayaqki 52-ci suala əsasən və diaqrama əsasən baxanda görürük onsuz da onu. Sürəti nisbətən az götürübdür. Sürəti az götürməyə nə mənasına gəlir? Yəni, nisbətən daha tez görüşməlidirlər. Çünki motosiklın əsl həyatda sürəti daha çoxdur. Şalvanın yazdığından müqayisədə. Daha çoxsa daha tez görüşməlidirlər. Yəni, əslində 1 saat 15 dəqiqədən tez görüşməlidirlər. Onu necə tapacaq? Şalvanın çəkdiyi diaqrama əsasən hərəkətə başladıqdan 1 saat sonra turistlər arasındakı məsafə. İndi baxırıq ki, 1 saatdan sonra velosipedçi hara gəlir? Baxırıq ki, gəlir düz bura. Yəni 10 km irəliləyir. Şalvanın çəkdiyi diaqrama əsasən danışırıq. 1 saatdan sonra motosikl da bura gəlir. Dediyimiz kimi bura bilmirik haradır. 35 ilə 40 arasında, 40 km arasında bir məsafə qət eləyibdi. 50-dən də
bunlar arasındakı məsafə nə olacaq? Bura konkret olaraq biz bilirik ki 10-dur. 50-dən 40-a kimi. Bəs bura kimi əlavə olan, yəni 40-dan 35 ilə 40 arasındakı nöqtəyə kimi məsafə nə olacaq? Onun üstünə burada 0 ilə 5 arasındadır. Bilmirik. Yəni orta nöqtə olduğunu bilsək 2,5 deyərdik. Amma deməli həmin məsafə 10-dan çoxdur, amma 15-ə də çatmır. 15-ə çatmaq üçün bura 35-ə çatmalıdır. Yəni ondan çox 15-dən az olmalıdır. Ona görə B variantı 10 kilometrdən artıq, lakin 15 kilometrdən az olmalıdır. Onlar arasındakı məsafə 1 saatdan sonra. 55 xeyli də uzun sualdır. Aşağıda sadalanmış mühakimələrdən hansı düzgündür? Velosipedçinin A-ya getməsi üçün 6 saat, motosikletçinin B-yə getməsi üçün 6 bölünsün 41,5 saat vaxt lazım. Buna görə onlar hərəkətə başladıqdan 6 üstəgəl 1,5 böl 2, yəni 3,75 saat sonra bir-birindən görüşəcəklər. Yəni buradakı onsuz da 5 dənə variantdır. Onların görüşməsi üçün neçə saat lazımdır? 4 dənəsi ümumiyyətlə cəfəngiyatdır. Yəni boş-boş şeylər yazıblar abituriyenti çaşdırmaq üçün. Heç bunlara baxmağa belə ehtiyac yoxdur. Onlar həqiqətdə neçə saat sonra görüşəcəklər? Yəni o sualı araşdırırıq biz 55-ci sualda. Birinin sürəti 40-dırsa, hətta belə çəkək daha da aydın olsun. Bura B şəhər olsun, bura A olsun. Hansından çıxırdı? Velosipedçi B-də idi. Bura velosipedçidir, burada motosikletçidir. Bunun sürəti 40-dır. Buradan gələnin velosipedçinin sürəti də 10-dur. Bunlar indi 60 kilometr. Yəni bunlar görüşdüyü nöqtədə, təbii ki, velosipedçinin sürəti az olduğuna görə B şəhərinə daha yaxın bir nöqtədə görüşəcəklər. Yəni görüşdükləri zaman bu motosikletçinin getdiyi məsafə velosipedçidən 4 dəfə çox olmalıdır. Sürət 4 dəfə çox olduğuna görə eyni zamanda gəliblər də görüşdükləri nöqtəyə. Bu görüşdükləri nöqtəyə gələndə neçə saata görüşmüş olurlar? Ümumiyyətlə görüşdükləri nöqtəyə gələndə bunlar toplamda nə qədər yol qət eləmiş olurlar? Təbii ki, velosipedçi buradan bura gəlir, motosikletçi də buradan bura gəlir. Toplamda ikisi birlikdə bütün yolu uzunluğunu qət eləmiş olmurmu? Yəni 60 kilometri. 1 saata bunlar 40 üstəgəl 10 kilometr qət eləmirlərmi? Yəni 1 saata bunlar 50 kilometr qət eləyirlər. Bəs neçə saata 60 kilometr qət eləyirlər? Yəni 60 kilometr neçə saata qət eləyirlər? 60-ı bölürük 5-ə. 5-ə nədir? 50-yə. Deməli tapırıq ki, 1,2 saata onlar görüşəcəklər. Yəni toplamda 60 kilometr qət eləyəcəklər. 1,2 saat baxaq həmin bizim fikrimizə, yəni bizim izahımıza uyğun harda deyibdi? Velosipedçinin A-ya getməsi üçün 60 bölü 10. Bura uyğun deyil. Bu da uyğun deyil. Aha, gördüm. D-də. Deməli, turistlər deyir ki, 1 saata 50 kilometr qət eləmiş olurlar birlikdə. Buna görə də onlar hərəkətə başladıqdan 60 böl 50, yəni yazdığım kimi 1,5-də 1 saat, həmin 5-də 1 saatda onsuz da 5-də 1 60-a vurub 12 dəqiqə. Yəni 1 saat 12 dəqiqə sonra görüşəcəklər. Çünki 1 saata 50 kilometr hərəkət edirsə birlikdə 60 kilometr neçə saata? Tənasüb də qurmaq olardı. 50 kilometr 1 saata gedirsə, onsuz da eyni şeydir də. 60 kilometrdə x saata gedəcəyik. Buradan 50x 60-a bərabər olacaqdı. Onsuz da x də 60 böl 50 gələcəkdi də. Eyni şeydir. Yəni 1 saat 12 dəqiqə görüşəcəklər. Onsuz da mən başda demişdim ki, Şalvanın diaqramına əsasən Şalva götürüb motosikletçinin sürətini az götürdüyünə görə daha gec görüşürlər. Nisbətən daha tez görüşməlidirlər. Həqiqətən Şalvanın diaqramına görə onlar 1 saat 15 dəqiqə görüşmüşdülər. Amma biz tapdıq ki, həqiqətdə onlar daha tez 1 saat 12 dəqiqəyə görüşməlidirlər. Deməli, cavab olacaq D variantı. İndi baxaq 56-cı suala. Üçbucağın bütün təpələri hər hansı kvadrat olan torun düyünlərinə uyğun gəlir. Üçbucağın ən kiçik tərəfinin uzunluğunun üçbucağın perimetrlərə nisbəti bərabərdir neçəyə? Baxaq görək. Bunu sayanda, yəni neçə dam olduğunu, yəni düzbucaqlı üçbucaq təbii ki, çünki bunlar kvadratdır. Bunu sayanda neçə olur bu tərəfin uzunluğu? Baxırıq ki, 6-dır. Bunu sayanda 8-dir. Avtomatik olaraq buranın uzunluğunun neçə damaya uyğun gəldiyini təbii ki, görə bilmirik bu şəkildən. Amma Pifaqor istifadə edirik 6, 8, kök altınların kvadratları cəmi.
hipotenuza bərabər olacaq da. Yəni kök altında 36 topla 64'dür. O da bərabər kökdə 100, oradan da 10 gəlir. Deməli, bu tərəfin uzunluğu 10'dur. Perimetri bu 16'ya bənzərdir, 10'dur. Deməli, perimetri neçədir? 24'dür. Bizə kiçik tərəfin uzunluğunun perimetrə nisbətini soruşur. Yəni, kiçik tərəf 6'dır. Perimetrə nisbətdə 6'lar sağ gedəcək 6'ya. Deməli, burada nə qalacaq? 24'də 4 qalırdı, 6'ya böləndə 4'də 1. Deməli, həmin nisbət 4'də 1'ə bərabərdir. Sadə bir sual. 57. Ardıcıllığın n'inci üzvü bu düsturla hesablanır. Bu ardıcıllığın 4-cü və 5-ci üzvlərinin cəmi nəyə bərabər? Həddən artıq çox sadə bir sual. Yəni, x5 nəyə bərabər? x4 tapaq birinci daha doğrusu. 4 bölünsün. N'in yerinə götürüb 4 qoyuruq. Üstə gəl 2. 4 bölü 4 1'dir. Üstünə də 2 gələndə 3. x5 nəyə bərabər olacaq? 4 bölünsün 5. N'in yerinə 5 qoyduq. Üstünə 2 gəldik. 2 tam 5'də 4. Onların cəmdə nə olacaq? x4 üstə gəl x5. Bərabər olacaq 3 ilə 2 tam 5'də 4'ün cəmi. Yəni 5 tam 5'də 4. Lap lazım gəlsə lazım deyil. O 5'də 4 də onluq kəsrə çevirərdik. Yəni, həm sürətən məxrəci 2'yə vuranda 10'da 8 olduğunu gördük. Yəni 5 tam 10'da 8 olardı. Amma ehtiyac yoxdur. Birdən cavabı elə verərdi, siz görməzdiniz. Amma yəni, bunları eləyəndən sonra onu görməmək biraz yaxşı deyil heç. 58-ci sual. 3 müxtəlif tutumlu butulka 3 litr şərabla doldurulmuşdursa. Baxın, bu sual mənim fikrimə görə çox qısa olmasına baxmayaraq, bu ilə düşmüş çox yaxşı suallardan biridir. Böyük ehtimal həmin ildə də xeyli adam bu sualın cavabını səhv yazmış ola bilər, elə fikirləşirəm. Deməli, baxın, deyir ki, 3 müxtəlif tutumlu butulka 3 litr şərabla doldurulmuşdursa. Burada hər biri, yəni 1 deyil. Hər biri 1 olanda bunlar müxtəlif olmur axı. Yəni birini artıranda tutaq ki, tutumunu. Digər ikisindən biri hansısa azalmalıdır, ikisi də azalmış ola bilər. Məsəl üçün, bunu 0,2 artırdıq. Digərləri hərəsi 0,1, 0,1 ola bilməz. Çünki 3 müxtəlif tutumlu deyir. 0 tam, məsəl üçün, %5, 0 tam %15 azalsın. Toplamda 0,2 olmaq üçün. Yəni, 1'i artırsa, mütləq şəkildə biz bu 1'ləri dəyişmək üçün, izaha belə başladım. Bu 1'ləri dəyişmək üçün, yəni bərabər qalmamaq üçün, biz 1'ni artıranda, digər 1'ni və yaxud da hər ikisini, ola bilsin 1'ni artırmalıyıq, 1'ni azaltmalıyıq. Yəni, dəyişikliyə getməliyik. İndi bizə nə deyir? Burada təkcə riyaziyyatdan başqa, Azərbaycan dilimiz də həqiqətən çox yaxşı səviyyədə olmalıdır ki, bunları biz başa düşək, həqiqətən dərk eləyək söhbətin nədən getdiyini. Hər hansı ki butulkada birlikdə 2 litrdən artıq şərab vardır. Hər hansı nə deməkdir? Hər hansı o deməkdir ki, yəni istənilən 2 butulkada. Yəni burada birinci, ikinci, üçüncü butulkalar olsun. 1, 2, 3. Şərtdə yazılana görə hər hansı, yəni istənilən 2 butulkada birlikdə 2 litrdən artıq şərab vardır. Bunu haradan çıxardırıq biz? Ola bilməz axı belə bir şey. Nəyə görə ola bilməz? Yaxşı qulaq asmalısınız. Burada izah həqiqətən elə də sadə deyil. Sual qısa olmasına baxmayaraq. İstənilən 2 butulka nə deməkdir? Yəni istəyir bu üçündən ikisini neçə variantından götürə bilərik? 3 variantından. Kombinizon 3-dən 2. Yəni 1-dən 2-ni, 2-dən 3-ü və 1-dən 3-ü. Yəni bunlardan istədiyin ikisini götür. Bu deyilənə görə, yəni bunların istənilən ikisində də birlikdə 2 litrdən çox şərab olacaq. Biz bunu deyə bilmərik. Nəyə görə deyə bilmərik? Çünki İkisində birlikdə 2 litrdən artıq şərab olmağı nə mənaya gəlir? O mənaya gəlir ki, yəni, məsəl üçün 1-lə 3-də, hətta 1-lə 2 ilə başlayaq, niyə 1-3-ə getdim mən? 1-lə 3-də 2 litrdən artıq şərab var. Deməli, bu fikrə görə biz başa düşməliyik ki, 3-də 1 litrdən azdır daha doğrusu. O biri ikisində 2-dən çox olduğuna görə, cəmin də 3 litr olduğuna görə, deməli, orada 1-dən azdır. Və yaxud da hər hansı dediyinə görə, yəni istənilən ödəməlidir. 1-dən 3-də tutaq ki, bu dəfədə 2-dən çox olsun. 1-dən 3-də 2-dən çox olmaq nə deməkdir? Deməli, 1-də də 1-dən azdır. Daha doğrusu, ikinci butulkada da 1 litrdən az olmalıdır ki, cəm 3 olsun. Və yaxud da deyir, 2 ilə 3-ü də 2-dən çox olsun şərabın tutumu. Onda onu başa düşməliyik ki, birinci butulkada da mı 1-dən az olmalıdır?
Bu şərtə görə, yəni biz onu başa düşməliyik ki, hər butulkada 1 litrdən az şərab olmalıdır. Çünki istənilən ikisini götürəndə o istənilən ikisinin cəmi 2-dən çox olur. Deməli qalan biri 1-dən az olmalıdır. Və hər üçü də 1-dən azdırsa, yəni o fikrin doğru olması üçün, hər üçü 1-dən az olanda onların cəmiyyəti 3 olur. Ola bilməz. Deməli bu fikir səhvdir. İstənilən ola bilməz. Hər butulkada 1 litrdən az şərab vardır. Onsuz da bu fikrin nəticəsi buna gəlir onsuz da. Gördüyünüz kimi. Hər butulkada 1 litrdən az şərab olanda onların cəmi necə 3 ola bilər? 3 dənə birdən kiçik ədədin cəmi 3 ola bilməz. Bu da səhvdir. Hansısa 2 butulkada birlikdə 2 litrdən artıq şərab vardır. Aha, baxın. Ona görə dedim ki, Azərbaycan dilinin burada əhəmiyyəti çox böyükdür. Hansısa, hər hansı. Bu ikisi arasında fərq nədir? Hər hansı demək, yəni o 3 dənə kombinasiyada, yəni istənilən 2 butulkada, yəni 1 ilə 2-də, 1 ilə 3-də, 2 ilə 3-də də 2 litrdən artıq olmasını istəyirdi. Amma hansısa 2 butulkada birlikdə 2 litrdən artıq şərab var deyəndə, hansısa sözündə nəzərdə tutduğu, yəni orada 3 dənə kombinasiya var. O 3 kombinasiyadan birində belə, yəni birində belə 2 litrdən az, daha doğrusu artıq şərab olsa bizə kifayət eləyir. Bizə kifayət eləyir. Deməli, onda biz bunun doğruluğunu necə yoxlaya bilərik? Yenə 1, 2, 3. Burada artıq bizə dəfə belə 2 litrdən artıq şərab çıxsa ikisində bizə kifayətdir. Həqiqətən də biz başda nə dedik? Biri, hər üçü 1 ola bilməz. Biri artırsa, yəni dəyişmək üçün, müxtəlif eləmək üçün bunları. Biri artıbsa, mütləq şəkildə qalan hardasa azalma olmalıdır ki, o artırmada cəm dəyişməsin. Qalan hardasa azalma olmağı ya bunda, fərqi yoxdur, ya bunda, ya hər ikisində də ola bilər. Fərqi yoxdur. Hardasa azalma olmalıdır ki, o cəm yenidən 3 olaraq qalsın. Hardasa azalma olmağı nə deməkdir? Ən azı bir butulkada 1 litrdən az şərab olacaq. Ən azı bir butulkada 1 litrdən şərab olmağı həmin butulkadan başqa 2 dənə butulkada da 2 litrdən artıq şərab olmağı mənasına gəlmirmi? Həmin mənaya gəlir. Bir butulkada 1-dən azdırsa, digər ikisinin də cəmi hansısa ikisinin, yəni istənilən ikisi demirəm ha, hansısa ikisi, yəni o 3-dən bircə dənə variantda belə həmin cəm 2-dən artıq olmağını tapdıq biz. Deməli, bu hansısa ikisi 2 litrdən artıq şərab mütləq şəkildə olacaq. İndi gəldik C variantına. Hər hansı 2 butulkada birlikdə 2 litrdən az şərab vardı. Yenə eyni şey deyir bizə, baxın. Hər hansı, yəni istənilən kombinasiyada 1 ilə 2-ni götür, 2 ilə 3-ü götür, 1 ilə 3-ü götür. Bunların cəmi deyir 2-dən az olmalıdır. Yenə eyni izahla, bu dəfə tərsinlə, çünki bayaq çox deyirdi, indi az deyir. 1, 2, 3. İndi, tutaq ki, deyək, birinci ilə ikincidə 2 litrdən az olsun. Bunlar 2 litrdən azdırsa, biz onu nə başa düşməliyik? Bunların cəmi 3 olması üçün 3-cü butulkada 1 litrdən çox olmalı deyilmi? 1 litrdən çox. Və yaxud da, yəni istənilən 2 butulka dediyinə görə, birinci ilə 3-cünün cəmi 2-dən azdırsa, biz başa düşməliyik ki, ikincidə 1-dən çox olmalıdır ki, cəmi 3 olsun. Və yaxud da, ikinci ilə 3-cünün cəmi də 2-dən azdırsa, birinci də başa düşməliyik ki, 1-dən çox olmalıdır. Yenə eyni qaydada, hər üçü də 1-dən böyük olmalıdır. Amma hər üçü 1-dən böyük olanda da şərabın cəmi 3 litr olmur. Ona görə doğru deyil, ola bilməz belə bir variant. Hansısa butulkada hökmən 1,5 litrdən artıq şərab vardır. Hansısa deyir, yəni hər hansı demir. Yəni üçündən birində olsa kifayətdir. Nəyə görə olsun ki elə bir şey? Yəni nəyə görə? Yəni götür birinə 1,1-dir, birinə 0,9, birinə də 1-dir. Oldu mu 1,5 litrdən artıq şərab? Yox, olmadı. Yəni elə bir məcburiyyət yoxdur ki, 1,5 litrdən artıq olsun. Düzdür, onların tutumlarını dəyişmək üçün orada birini artırmalı, qalanlarında da artırma azalma eləməli, amma məcbur deyil ki, o artırma 0,5-i keçsin, butulkanın tutumu da 1,5-dən çox olsun. Elə bir məcburiyyət yoxdur. Ona görə bu da səhvdir. Cavabın C olduğunu və digər bütün variantları da analiz elədik. Dediyim kimi, asan sual deyil. Ona görə izahı da asan deyil. 59-cu suala keçək. 1-dən 6-da daxil olmaqla nömrələnmiş kürəcikləri 2 qutuya yerləşdirdilər. Birinci qutuda 1, 2, 3, ikinci qutuya isə qalanları yerləşdirildi. Yəni, belə bir şəkil çəkək. Bura birinci qutu, burada ikinci qutu olsun. Burada 1, 2, 3, qalanlar da yəni 4,
5, 6 da burada. İndi hər iki qutudan bir-bir kürəciklər götürülməlidir. Götürülmüş kürəciklərin nömrələrinin cəminin 7-yə bərabər olması ehtimalı nəyə bərabərdir? Ehtimalı tapmaq üçün bütün halların sayı, yəni hər iki qutudan bir-bir kürəciyi neçə fərqli üsulla götürmək olar və əlverişli halların sayı, yəni əlverişli nədir? Onların cəminin 7-yə bərabər olması hallarının sayını tapmalıyıq. Bütün halların sayı nədir? Bu 3 dənəsindən, yəni 1, 2, 3, 3 dənə olduğuna görə birini neçə fərqli üsulla götürə bilərik? 3 fərqli üsulla da, yəni ya 1-i, ya 2-ni, ya 3-ü götürəcəyik. 3 müxtəlif üsul. Burada da 3 dənə olduğuna görə 3 müxtəlif üsulla. Toplamda 3 üstəgəl 3 yox ha. 3 vur 3 üsulla götürə bilərik hərəsindən bir dənəsini. Nəyə görə? Həmin üsullar nələrdir? Təxmini yazaq, başa düşün. Məsəl üçün, buradan 1-i götürəndə digərindən 4-ü götürmək olar. 1-i götürəndə 5-i götürmək olar. 1-i götürəndə 6-nı götürmək olar. Ondan sonra 2-ni götürəndə yenə 4-ü, sonra 2-ni götürəndə 5-i, 2-ni götürəndə 6-nı. Eyni qaydada 3, 4, 3, 5, 3, 6. Yəni, bütün halların sayı buna görə 3 vur 3 gəlir. Bəs əlverişli halların sayı nədir? Yəni, o götürülmüş kürəciklərin cəminin 7-yə bərabər olması neçə dənə hal var? Yəni, 1-dən 3-ə kimi ədədlər, bir də 4-dən 6-ya kimi ədədlərdə cəmin 7 olması necə ola bilər? Ya 1 üstəgəl 6, ya 2 üstəgəl 4, ya da daha doğrusu 2 üstəgəl 5, ya da 3 üstəgəl 4. 3 dənə hal. Deməli, ehtimal bərabərdir nəyə? Əlverişli halların sayı bölünsün mümkün halların sayı. Biz də onu tapdıq ki, əlverişli hallar, yəni cəm 7-yə bərabər olan hallar 3-dür, mümkün hallar 9-dur. Həmin nisbət də 3-ə ixtisardan sonra 3-də 1-dir. Cavab oldu C variantı. Elə də çətin olmayan ehtimal sualı. 60-cı sual. Çörəkxanada hər gün 7 kisə un sərf olunur. Çörəkxanada un kisələrinin sayı 7-dən az olduqda, yəni ya 0, ya da 1-dən 6-ya kimi olanda, ertəsi gün iş başlandıqda çörəkxanaya 20 kisə un gətirirlər. Yəni, nə mənada? Yəni, sanki 7 kisə istifadə olunur deyə, 7-dən az olanda bugün bəs eləməyəcək. 20 kisə un gətirək. Deməli, bazar ertəsi axşamı, yəni birinci gün, iş qurtardıqda çörəkxanada 8 kisə un var idi. Həmin həftənin şənbə günü işin sonunda deyir, yəni önəmlidir, başlanğıcda mı, sonda mı? İşin sonunda çörəkxanada neçə kisə un var idi? İndi sadəcə biz tətbiq eləməliyik. Bu algoritm necə davam eləyəcək? Başda 8-dir. Birinci günün sonunda da, birinci gün iş qutaranda 8-dir. İndi ikinci gün gətiriləcəkmi nəsə? Təbii ki, gətirilməyəcək. Niyə? Çünki 7-dən az olanda gətirilir. Deməli, ikinci günün sonunda nə qədər olacaq? 8 kisə un var idi. 7-sini işlətdilər, 1 kisə un qaldı. Yəni, üçüncü gün başlayanda biz nə tər eləməliyik? 1 kisə un var, başda 20-sini gətirdilər. Sonra da gün ərzində 7-si istifadə olun. 7-si mi? Yox. Hə, 7 kisə un sərf olunur da. 7-si istifadə olundu. Yəni, 1 dənə olduğuna görə, 7-dən az olduğuna görə 20 dənə gətirdilər, 21. Sonra da 7-sini istifadə edildilər. O da bərabər oldu neçəyə? 14-ə. 4-cü gün 14 dənədir. 4-cü günün sonunda gətirməyəcəklər təbii ki. Neçədən olacaq? 7-dən istifadə edilində 7. 5-ci gün 7 dənədir. 7-dən az olanda gətirilir. Yəni, bunu nəzərə alın. 7 dənə olanda heç bir şey gətirməyəcəyik. 7 dənəsini də işlədirik. Gün sonunda qaldı neçə? 0. Kisə un. İndi 6-cı günün sonunu soruş. Yəni, şənbə günü 6-cı gündür. Bunu onsuz da başa düşməliyik. Yoxsa sualı həll edə bilmərik. 6-cı günün sonunu soruşur. Başlanğıcı yox. 6-cı gün başlayanda 0 dənə idi. Ona görə 20 kisə gətirməlidirlər. 20 kisə gətirdilər. Və günün sonunda neçə qalacaq? 7-si də istifadə olunacaq. Onda neçə qalacaq? 13 dənə qalacaq gün sonunda da. Deməli, cavab olacaq C variantı. Sadəcə algoritmi tətbiq eləməliyik. İndi baxaq 61-ci suala. 1 çıxılsın 8-də 1 üstü 5, 1 çıxılsın 5-də 1 üstü 5. 1-dən 2 dənə müxtəlif ədəd çıxırlar. Haradakı çıxılan kiçikdir, onda fərq böyük olacaq. Çıxılan böyük olanda da fərq daha kiçik olacaq. İndi çıxılana baxırıq 8-də 1 üstü 5, 5-də 1 üstü 5. Biz başa düşürük təbii ki, müsbət 1, 0 ilə 1 arasındakı müsbət bir kəsiri qüvvətə yüksəldikcə o kiçiləcək. Nəyə görə kiçiləcək?
Çünki 8-də 1 üstü 5 nə olacaq? Nisbətin qüvvəti sürət və məxrəcin qüvvətlərinin nisbətidir. Yəni 1 üstü 5 bölü 8 üstü 5-ə bərabərdir bu. 1 üstü 5 onsuz da 1-dir. 8 üstü 5. Bu elə buna bərabərdir da. 5-də 1 üstü 5 nəyə bərabərdir? O da elə 1 bölünsün 5 üstü 5. İndi bunlardan hansı böyükdür? Təbii ki, məxrəci kiçik olan böyükdür, sürətlər eyni olduğuna görə. Ona görə böyük olan burada budur. Elə hansı ki, o da bundan böyük olduğu mənasına gəlir. Yəni 1 bölünsün 8 üstü 5-dən böyükdür. Deməli, buradakı çıxılan böyükdür. Yəni 1-dən daha böyük bir ədəd çıxır. Burada daha kiçik bir ədəd çıxır. Daha kiçik bir ədəd çıxdığımıza görə eyni bir ədəddən hansındakı daha kiçik ədəd çıxır, onda fərq böyük olacaq. Ona görə, yəni daha az azalmış olacaq. Ona görə cavab olacaq A variantı. Deməli, baxırıq 62-ci suala. Bu da yaxşı bir sualdır. Çevrənin üzərindəki 3 nöqtəni birləşdirməklə alınmış üçbucağın bir tərəfinin uzunluğu 9 sm-dir. Çevrənin radiusunun uzunluğu yoxsa 4 sm. İndi bir tərəfin uzunluğu maksimum hansı tərəf ola bilər? Yəni o çevrənin daxilində. Çünki bilirik ki, çevrənin üzərində 3 nöqtəni birləşdirməklə alınmış üçbucaq, yəni çevrənin daxilinə çəkilmiş üçbucaqdır. Yəni çevrə xaricə çəkilibdir. Həmin üçbucağın tərəfləri vətərlər olacaq da. Həmin üçbucağın tərəfləri vətərlər olacaq. Yəni çəkək bir dənə belə, məsəl üçün belə bir üçbucaq əmələ gəldi, tutaq ki. Bu bütün üçbucağın yəni üçbucağın bütün tərəfləri vətər deyilmi? İndi həmin 9 ən böyük hansı tərəfdə ola bilər? Yəni ola bilsin ki, bunu sileyim. Ən böyük olması üçün, yəni çevrənin daxilindəki ən böyük vətər olması üçün nəyə görə ən böyükdə qeyd edirəm, onu da deyəcəm sonra izah eləyərkən. İndi elə çəkək ki, o 9 çevrənin daxilindəki ən böyük vətər, yəni ən böyük vətər nədir? Diametrdir. Diametr olsun. Məncə belə eləyəndə uyğun gəlir. Aha, oldu diametr. Yəni 9 buradır. Nəyə görə sırf bununla başladım izaha? Çünki bu 9 olanda radius neçəyə bərabər olur? Radius, yəni diametr 9 olduğuna görə burada düz bucaqdır. Onsuz diametrin qarşısına durub, yəni düz bucaqlı üçbucaq olanda və həmin 9 hipotenuz olanda. Deməli, radius 4,5-ə bərabər olacaq. Radius 4,5-ə bərabərdir. Aha, bu variant üçün. Amma qalan variantlar üçün indi həmin tərəf diametr olmayan, yəni diametrdən kiçik olan bir vətər olsun. İstənilən bir vətər, yəni istənilən bir tərəf götürək. Amma diametrə olmaz, diametrə bərabər olmasın. Onu da ona uyğun da şəkli çəkək. İzahın daha yaxşı olması üçün şifahi desəm bəlkə başa düşməyənlər ola bilər. İndi deməli, istənilən bir üçbucaq çəkək, fərqi yoxdur, nə olur olsun. Tək ki, onun tərəflərindən heç bir diametr olmasın. İndi fərqi yoxdur. 9 hara gəlir gəlsin. İstəyir buna gəlsin, istəyir buna gəlsin, istəyir buna gəlsin. Diametr olmayan bir vətərin uzunluğuna bərabər olacaq da. Deməli, həmin çevrənin diametri həmin vətərin uzunluğundan böyük olmalı deyilmi? Qalan hallarda, qalan istənilən bir hal üçün. Çünki ən böyük vətər diametri idi. O halı yoxladıq. Həmin halda radius 4,5 gəlir. Amma həmin tərəf, fərqi yoxdur, üç tərəfdən hansıdır? Hansı tipli üçbucaqdır? Heç bir fərqi yoxdur. 9 olan başqa bir vətər olsa, diametr olmayan bir vətər olsa, biz açıq-aşkar deyə bilərik ki, həmin çevrənin diametri o 9-dan böyük olacaq da. Diametr 9-dan böyük olacaq. Diametrin 9-dan böyük olmağı nə mənaya gəlir? Radiusunda həmin 9-un yarısından böyük olmağı mənasına gəlir. Deməli, 9-un yarısından böyük olacaq qalan hallar üçün də radius, yəni 4,5-dən. Bütün hallar üçün isə ya radius 4,5-ə bərabərdir, həmin tərəf diametr olanda 9 olan tərəf. 9 olan tərəf diametr olmayan hallar üçün də, yəni diametrdən kiçik olan bir vətər olan hallar üçün də 4,5-dən böyük olacaq radius. Deməli, biz radius üçün mümkün qiymətlər bunlardır. 4,5-dən böyük bərabər. Ya böyükdür, ya da bərabərdir. Və təbii ki, bütün hallar da 4 sm-dən böyükdür çevrənin radiusunun uzunluğu. Ona görə cavab olacaq A variantı. Həqiqətən keyfiyyətli sualdır, yaxşı sualdır. Baxaq 63-cü suala. Teymurun gündəlik gəliri 45-50 lar idi. O hər gün 15-20 larını xərcləyir. Qalan məbləği isə toplayır.
M gün dalbadal işlədikdən sonra Teymur 130 lari topladı. İndi həmin günlərin sayı mı yoxsa 4 mü böyükdür? Deməli, burada ümumiyyətlə 45-50 lari və 15-20 lari xərcləmək nə deməkdir? Yəni, xərclədiyi pul və gəliri bu ikisi arasındadır. Ya 45 ya 50 mənasına gəlmir. O defislə aralarına defis qoymaq o mənaya gəlir ki, yəni bu aralıqdadır onun xərclədiyi pul. Ən çox pul nə vaxt toplayacaq? Pulu ən çox qazandığı gün və ən az xərclədiyi gün. Yəni fərqin ən böyük olması üçün 35, azalan, yəni 50 maksimum olmalıdır, çıxılan minimum olmalıdır. Və topladığı pul, yəni fərq ən kiçik olması üçün azalan minimum olmalıdır, çıxılan maksimum, yəni ən çox 20 lar xərcləyə bilər. Deməli 25. İndi nə başa düşdük? Teymur başa düşdü ki, ən çox 35 lari toplaya bilər, ən az da 25 lari. Teymurun topladığı pulu ilə T ilə işarələsək, deməli həmin miqdar 25-dən böyük bərabər, 35-dən isə kiçik bərabərdir. İndi bunun M günlə nə əlaqəsi var? İndi fikirləşək, 4 ilə müqayisə edirik. Fikirləşək ki, Teymur bu pulu 4 günə toplamış ola bilərmi? Teymur ümumiyyətlə 4 günə minimum nə qədər pul toplayır? 4 günə biz bilirik ki, minimum 100 lari toplayır, hər gün minimum toplasa. Maksimum isə 4 vur 35-dən 140 lari toplamış olur. Təbii ki, 130 da bu aralıqdadır. Yəni ki, 4 gün ərzində topladığı pul 100-dən böyük bərabər, 140-dan da kiçik bərabər olmalıdır. Necə ki, bir gündə topladığı pul 25-dən böyük bərabər, 35-dən kiçik bərabər. Yəni 4 gündə bunu toplamağı mümkündür. Demirəm, hər gün ya 35 ya 25 olmalıdır. Məsəl üçün 130-u nətər əldə edə bilərik? 5-5 azalıbsa, tutaq ki, 2 gündə 35 qazandı, qalan 2 gündə də 30 qazandı, topladı daha doğrusu, qazandı deyirəm. 2 gündə 35 qazananda eləyəcək 70, üstünə də 2 vur 30 gələndə 130. Həqiqətən də olur. Onsuz da buradan başa düşməliyik olduğunu. Minimum 100, maksimum da 140 toplaya bilər 4 günə. Bəs indi 3 gün ola bilərmi? Təbii ki, ola bilməz. Yəni, bacardığın qədər maksimum pul belə toplasa Teymur 3 gün ərzində ən çox nə qədər toplaya bilər? 3 vurulsun 35 toplaya bilər. Yəni, hər gün qazancı maksimum olsun, xərci minimum olsun, ən çoxu 105 lari toplaya bilər. 130 toplaya bilməz. Təbii ki, 3 gün olmadığı kimi 2 gün və 1 gün də olmayacaq. Bəs 5 gün ola bilərmi 4-dən çox? 5 gün Teymur minimum pul belə toplasa, minimum deyirəm ha, minimum pul belə toplasa nə olacaq? 5 vur 25-dən neçə gəlir? 125. Gördük ki, minimum 125 toplayır. Hansı ki, 130-dan kiçikdir. Bəs maksimum neçə toplayar 5 gün ərzində? 5-i vururuq 35-ə. Görürük ki, neçə olur? 175. Deməli, 5 gün ərzində də minimum 125 və maksimumda 175 lari toplaya bilər. Hansı ki, 130 həmin aralığa düşür. Nə mənaya gəlir bu? Yəni, 5 gün ərzində 130 larinin toplanmağı mümkündür. Tutaq ki, burada yazmışam hər gün 25-dir, tutaq ki, minimum. Onda 125 olur. Həmin 5 gündən birini 5 vahid artırsaq, topladığı pul 30 olsa, 4 gün 25, 1 gündə 30. 130 lar toplamış olmur mu? Yəni 5 gündə toplamağı mümkündür. Təkcə 25, 25, 25, 25, 30 ilə yox. Mən pulu başqa cür də artıra bilərəm. Birini 5 yox, götürüb bütün gündə qazandıqlarını 26 eləyərəm, məsəl üçün. O da olar 5 vur 26-dan 130. Sonsuz sayda hal var burada. Ona görə hərəsini bir-bir yoxlamağa ehtiyac yoxdur. Sadəcə onu deyirik ki, 5 gündə qazandığı minimum pul 125, maksimum 175-dirsə, 130 da həmin aralıqdadırsa, deməli 5 gündə 130 lari qazanması mümkündür. Eyni qayda ilə 4-də də nətər mümkün olur. Amma 3-də mümkün olmayacaq. Çünki maksimum 105 eləyir, minimum da ondan kiçik eləyir. 130 həmin aralığa düşmür. Amma 6 gündə təbii ki, olmayacaq. Artıq 4 ilə 5 tapdıq emmi. Artıq şərtlər heç kifayət eləmir. Amma onu da deyim ki, heç cavab 6 da ola bilməz. Çünki 6 gündə 130 lari toplamaq mümkün deyil. Çünki 6-yı 25-ə vuranda görürük ki, 6 gündə minimum toplanacaq məbləğ 150 olardı. Yəni 130 toplaması mümkün deyil əgər ən az 150 toplayırsa. Ən çox da 6 vur 35-dən 210 gələcək. Deməli 150-210 arası toplaya bilər 6 gün ərzində. Ona görə yalnız 4 və 5 gün ərzində toplamaq mümkündür. O da kifayət eləmir. İndi 64-ə baxaq. Koordinat müstəvisi üzərində A -2 -1 nöqtəsi verilmişdir. Onun x oxuna simmetriya nöqtəsini B ilə, y oxuna simmetriya nöqtəsini C ilə işarə edək. Əslində bu nəzəri bilik sualıdır. Bir nöqtənin x və y oxuna nəzərən simmetrik nöqtəsi necə tapılır?
X oxuna nəzərən simmetriyadır. Ümumiyyətlə nəzəriyyəni göstərib, ondan sonra da səbəbini koordinat müstəvisində göstərəcəm. X və Y oxuna nəzərən simmetriya. Tutaq ki, nöqtəmiz X, Y-dir. X oxuna nəzərən simmetriyada nə olacaq? X olduğu kimi qalır. X olduğu kimi qalır. Y əksi olur. Bayaq nə etsə onun əksi olur. Bu olur X oxuna nəzərən simmetriya. Oxuna nəzərən biraz qısa yazım, başa düşəsiniz sonuçda. Simmetriyadır. Amma bir də Y oxuna nəzərən simmetriya. Təbii ki, başqa koordinat başlanğıcında nəzərən simmetriya var. Ondan sonra Y bərabər K, X bərabər K düz xəttlərinə nəzərən simmetriya var. Y bərabər X düz xəttinə nəzərən simmetriya var. Çoxdur, amma bunları deyim sadəcə kifayət olacaq. X və Y nöqtəsinin Y oxuna, yəni ordinat oxuna nəzərən simmetriyası necə olacaq? Bu dəfə də Y dəyişməyəcək. X əksi olacaq. Y-də olduğu kimi qalacaq. Yəni X oxuna nəzərən simmetriyada X olduğu kimi qalır. Nəyə nəzərən simmetriyadırsa, hansı oxa nəzərəndirsə, o koordinat olduğu kimi qalır. Digəri əksinə çevrilir. Burada daha doğrusu Y olduğu kimi qalır. Mən bunu niyə bilmədim? Deməli, Y oxuna nəzərən simmetriyada X əksi olur, Y olduğu kimi qalır. Məsəl üçün nümunə kimi göstərsək, nümunəni elə bunun üzərində işləyək. A nöqtəsi -2, -1-dir. X oxuna nəzərən simmetriya nöqtəsi B-dir. X oxuna nəzərən simmetriyada həmin nöqtə nəyə keçəcək? Dedik ki, X olduğu kimi qalacaq, yəni -2 olduğu kimi qalır. Y əksinə çevriləcək. -1-in əksi nədir? 1. İndi həmin A nöqtəsi Y oxuna nəzərən simmetriyada C-yə keçəcək. Yəni -2, -1 nöqtəsi Y oxuna nəzərən simmetriyada C-yə keçəcək. C nədir? C də Y oxuna nəzərəndirsə, deməli, bu dəfə də X əksi olacaq, Y olduğu kimi qalacaq. 2, -1. İndi nə deyir? AB kəsiyinin uzunluğu, yoxsa AC kəsiyinin uzunluğu? Yəni, kəsik deyəndə parça nəzərdə tutulur, ümumiyyətlə. Həmin AB yoxsa AC parçasının uzunluğu. İki nöqtə arasındakı məsafəni biz necə tapırdıq? İndi AB-nin uzunluğu nəyə bərabər olacaq? Uzunluq AB bərabər olacaq. Ümumiyyətlə, düstur buydu. İki nöqtə arasındakı məsafənin düsturu koordinat müstəvisində. X2 çıxılsın X1-in kvadratı. Üstəgəl Y2 çıxılsın Y1-in kvadratı. Ümumiyyətlə, bu imtahana girərkən bilməli olduğumuz bir düsturdur. Təbii ki, müəyyən bir gəliş var, onu göstərməyəcəm. X2-dən X1 çıxanda, yəni X2 nədir? A-nın X-i, yəni A-nın biri də B-nin X-dir. Fərqi yoxdur, hansını çıxırsa, sonuçda kvadratları eyni olacaq. Çünki əks tərəflərin kvadratı bir-birinə bərabərdir. -2-dən çıxdıq -2-ni nəyə bərabərdir? 0, yəni kök altında 0-ın kvadratı. Üstəgəl Y2-dən Y1 çıxdı. Yəni 1 çıxılsın -1, o da eləyəcək 2-nin kvadratı. O da kök altında 4 eləyəcək. Yəni həmin məsafə 2-yə bərabərdir. İndi AC məsafəsi nəyə bərabərdir? Təbii ki, eyni düsturu tətbiq edəcəyik. İki nöqtə arasındakı məsafəni tapmaq üçün bir dəfəlik yerinə qoyub hesablayaq. X2-dən X1 çıxaq, yəni 2-dən -2 çıxanda nə olacaq? 4, 4-ün kvadratı. Üstəgəl -1-dən -1 çıxanda 0 eləyəcək. O da eləyəcək 0-ın kvadratı, yəni 0-dır o. O da 16 eləyəcək kök altında, o da eləyəcək 4. Deməli, AC kəsiyinin uzunluğu daha böyükdür. Cavab da olacaq B variantı. İndi gəlin bunu koordinat müstəvisində göstərək. Hətta arxa fon damalı olduğuna görə elə -2, -1-i daha səliqəli şəkildə göstərməyimiz də yaxşı olacaq. Təqribi yox da dəqiq göstərəcəyik. İndi. Deməli, bura bizim ordinat oxumuzdur. Bura absisdir. A nöqtəmiz hardadır? -2, -1-dir. Ümumiyyətlə, biz bilməliyik, bura 0, 0-dır. Yəni, koordinat müstəvisi üzərində mütləq şəkildə nöqtələrin qeyd edilməsini bilməliyik. -2, yəni X-dən başlanğıc nöqtəsindən nəzərən 2 vahid geri gedəcəyik bura. Bir də Y-də -1. 0-dan 1 vahid aşağı inəcəyik -1 olduğuna görə, gəlir bura düşür. Həmin nöqtə. Bu nöqtə də A-dır. İndi bunun X oxuna nəzərən, yəni absis oxuna nəzərən simmetrik nöqtəsidir. Ümumiyyətlə, həmin bayaq göstərdiyim, yuxarıda göstərdiyim keçidi bilməsə, yəni absis və ordinat oxlarına X və Y-ə nəzərən simmetriyanın nətər qurulduğunu
Məsəl üçün demişdik ki, x oxuna nəzərən simmetriyada həmin nöqtənin koordinatları y-i əks olur, x olduğu kimi qalır. Onu bilməsək belə, yəni gözlə baxıb simmetriyanın nə olduğunu bilib çıxarda bilərik də biz onu buradan. Nəyə görə? Baxırıq ki, A nöqtəsi buradadır. Bu nöqtənin x oxuna, yəni baxın, buradakı x oxuna, absis oxuna nəzərən simmetriyası nə olacaq? Təbii ki, bunun buna nəzərən simmetriyası buradan bura nə qədər gəlmişiksə 1 vahid. O tərəfə də həmin qədər getməliyik. Deməli, gəlib olacaq burada. Buranın koordinatı nədir? Buranın koordinatı biz görürük ki, y-i 1-dir. Həmin nöqtə nə olacaq? B nöqtəsi. Biz görürük ki, həmin nöqtənin y-i 1-dir. X-i də olduğu kimi qalır da. Başa düşdünüz nəyə görə x olduğu kimi qaldığını? X də -2 olacaq. 1-ə də tapdıq. -2-nin 1-ə. S nöqtəsi nədir? Deyir ki, S nöqtəsi də y oxuna nəzərən simmetrik nöqtəsidir A-ya. Deməli, y oxuna nəzərən simmetriyada biz görürük ki, A nöqtəsi buradır. Y oxu da, yəni ordinat oxu da budur. Buna nəzərən simmetriyada, baxın, 2 vahid gəlibdir sola. Biz də 2 vahid sağa gedəcək, gələcək bura. Bu nöqtənin koordinatı nə olacaq? Təbii ki, y olduğu kimi qalacaq. Y koordinatı bayaq -1 idi, -1-dir. Bəs x-ə nə olacaq? Burada -2-dir. Burada 0-dan 2 vahid sağa gəldiyimizə görə 2-dir. Gördük də nəyə görə x koordinatı onun tam əksi oldu. Burada da y koordinatı onun tam əksi oldu. İndi bu nöqtələr arasındakı məsafə. Məsafəni yenə deyirəm, düsturu bilməsən də olar burada da. Çünki məsəl üçün A ilə B-də hər ikisində x koordinatları eyni olduğuna görə görürük biz neçədir məsafə. 2-dir də burada məsafə. X koordinatları eyni olanda orada 0-ın kvadratını əldə eləmişdik. Həmin onu deyirəm. Məsafə 2-dir, görürük də 2 dama. AC-də də görürük ki, məsafə 4-dür. -2 buradan, 2 də buradan. Təbii ki, -2-dən 0-a kimi məsafə 2-dir. Məsafə mənfi ola bilməz. Ona görə bu məsafədə 4-dür. Bayaq tapdığımızı indi analitik həndəsə vasitəsilə də göstərmiş olduq. Ona görə cavab olacaq B variantı, onsuz da işarələmişik. Baxaq 65-ci suala. Maraqlı suallar gəldi. 65 də maraqlı sualdır. K-nın və N-in ən böyük ümumi böləni, yəni ən böyük ortaq böləni əbobunu deyib. Yoxsa K-nın və 2N-in mi ən böyük ortaq böləni? Biz ümumiyyətlə ən böyük ortaq bölənin tapılmasını mütləq şəkildə bilməliyik. Bilməsək bu sualı nətər həll eləyək? Ümumiyyətlə, birinci sualdan kənara çıxaq. Ən böyük ortaq bölən necə tapılırdı? Məsəl üçün 2 dənə ədəd verilibdir. Sadə vuruqlara ayrılmış formada. Bu belədir. Bir də digər ədədimiz də nə olsun? Tutaq ki, 2-nin kvadratı vurulsun 3-ün kvadratı. İndi bu ədədlərin əbobu nəyə bərabərdir? Yəni, ən böyük ortaq böləni. Biz deyirik ki, 2 və ya daha çox ədədin, daha çox ədəddə də tapa bilərik də bunu. 2 və ya daha çox ədədin əbobu onların sadə vuruqlarına ayrılışındakı ortaq vuruqlardan götürülür. Ortaq vuruq nə nəzərdə tutulur? Tərifdə belə deyirəm. Ortaq vuruq, baxın, 2-nin kubu var, bir də 2-nin kvadratı var. Təbii ki, 2-nin kvadratı üstü kiçik olanı götürəcəyik. 3 var, 3-ün kvadratı var. Təbii ki, üstü kiçik olanı 3-ü götürəcəyik. Nəyə görə? Ortaq vuruq deyirik axı biz. Bu 2-nin kubu 2 vur 2, vur 2, vur 3 deyilmi? Bir də 3 var. Bir də 2-nin kvadratı 2 vur 2, vur 3, vur 3. Böyük ehtimal hamımız öyrənmişik ki, ortaq vuruqları seçirik. Burada 3 var, bir dənə 3 də var. 2 dənə 2 var. Həmin 2 dənə 2-ni də götürürük. Təbii ki, bir dəfə istifadə edəcəyik onları. 2, 2, 3. Deməli, əbob nədir? 2 vur 2, vur 3. Tərifdə də deyilir də onsuz da ayrılışa daxil olan sadə vuruqlardan, ortaq sadə vuruqlardan üstü kiçikdən götürülür. Üstü kiçik nə mənaya gəlir? 2-nin kubu varsa, 2-nin kvadratı varsa, burada 2 dənə 2-dir, burada 3 dənə 2-dir. Həmin biz 2 dənə 2-ni götürmüş olacaq da. Ona görə üstü kiçikdən götürülür deyilir tərifdə və yaxud da ortaq vuruqlardan götürülür desək düzgün gəlir. İndi bu boyda şeyi mən niyə göstərdim? Çünki sual onunla əlaqəlidir, əbobla əlaqəlidir. İndi artıq burada dəyişənlə verib. 2 ədədin əbobunu tap deyə bir şey verməyibdir bizə. Burada biraz məntiq başımızı işlətməliyik. K və N-in ən böyük ortaq böləni nəsə bir ədəd olsun. Məsəl üçün, əbob KN nəsə olsun. Nəsə X olsun. İndi K və 2N-in ən böyük ortaq böləni nə ola bilər? Biz bilirik ki, biri olduğu kimi qalıbdır ədədin, biri də 2 vur N olubdur. Əlavə olaraq bura bir dənə 2 sadə vuruğu əlavə olunubdur.
İndi bunların ən böyük ortaq bölənini tapanda k ilə n-inkini bayaq necə tapırdı? Ortaq vuruqlardan götürürdü da. Bayaq necə ki biz 2-nin kubu ilə 2-nin kvadratı vardı, 2-nin kvadratı götürdük. İndi k ilə n-in ən böyük ortaq bölənini tapanda ortaqları götürübdü. Bu olub x. İndi bura bir dənə 2 əlavə olundu. Əgər biz ortaq bölənlərdə bayaq götürəndən sonra k-da artıq bir dənə 2 qaldısa, həmin 2 ilə burada əlavə olan 2 də ortaq vuruq olmuş olacaq. Yəni əboba daxil olmuş olacaq bir dənə 2. Yox, əgər k ilə n-in ortaq vuruqlarını seçəndən sonra orada 2 qalmadısa, yəni k-da əlavə bir dənə 2 qalmadısa, həmin 2 ortaq vuruq olmayacaq. Ona görə götürməyəcəyik. Yəni ya əbob olduğu kimi qalacaq, ya da 2 qat artacaq. O da onları müqayisə edə bilməyəcəyimiz mənasına gəlir. Ona görə cavab C. Yəni ya olduğu kimi qalır, ya 2 qat artır. Baxır bu 2-yə k-da əlavə bir dənə ortaq vuruq var, ya yox. Ona əsasən tapırıq. Məsəl üçün nə deməyə çalışıram? Ədədlə göstərəcəm. Çünki belə olanda bəzən başa düşmürük dəyişənlə göstərəndə. Sualın özü də dəyişənlə olduğuna görə, o birisini ona görə başa düşmürük. Məsəl üçün k-da tutaq ki 2-nin kubu var. Başqa vuruqlar heç məni maraqlandırmır. Çünki 2 ilə işimiz. N-də də 2-nin kvadratı var və nəsə başqa bir şeylər var. İndi biz bunların əbobunu tapanda ortaq vuruq nə götürürük? 2 dənə 2-ni götürürük da. 2 dənə 2-ni götürəndən sonra üstü kiçiyi götürürük. Yəni sadə vuruqlar ayrılışda, sadə bölənlərdən. 2-nin kvadratını, yəni 2 dənə 2-ni götürəndən sonra k-da əlavə bir dənə 2 qalırmı? Yəni k-da əlavə 2 qalanda bayaq dediyim şey. Burada 2 əlavə olunandan sonra bu 2 ilə burada əlavə qalan bir dənə 2-ni də ortaq vuruğa, əboba əlavə eləyəcək, yəni 2-yə vurmuş olacaq. Yox, əgər belə bir şey olsaydı, yəni 2-lərin sayı bərabər olsaydı və yaxud da heç olmasaydılar, heç olmayanda da bərabər olmuş olurdu onsuz da. 2-nin kvadratı, burada 2-nin kvadratı tutaq ki, 0-dan 2 belə ola bilər. Bunların ortaq əboblarını seçəndə bu 2-nin kvadratını, yəni 2 dənə 2-ni götürürük. 2 dənə 2-ni götürəndən sonra k-da artıq, yəni k-da 2 qalmış olmur. Bura 2 əlavə eləyəndən sonra bunun bir dənə ortaq cütü olacaqmı burada? Yəni 2-yə 2 ilə ortaq götürə biləcəyimiz bir şey olmayacaq. Bir şey olmadığına görə bu 2 əboba əlavə olunmayacaq. Əlavə olmaq, yəni əbobu 2-yə vurmayacaq. Ona görə əbob olduğu kimi qalacaq. Hər şey k-nın içində əlavə bir dənə 2 olub olmamasından asılıdır. Ona görə əbob ya x ya da onun 2 qatı olan 2x olacaq. Onu da müqayisə edə bilmirik. Maraqlı sual idi. 66-cı suala baxaq. Givi qatarla Tbilisidən Potiyədək 8 saat 30 dəqiqəyə getdi. Səhər saat 7:22 dəqiqədə artıq olubdu. Potiyə çatdı. Givinin getdiyi qatar Tbilisidən saat neçədə çıxmışdı? Yəni 7:20-də çatıbsa və 8 saat 30 dəqiqə gəlibsə, indi neçədə çıxıbdı? 7:20-dən birinci elə gəlin həmin 8 saat 30 dəqiqəni bir dəfəlik çıxanda, çünki artıq saat 12-dən tez olacaq. Ona görə birinci elə 7 saat 20 dəqiqə çıxanda rahat işləmək üçün 7 saat 20 dəqiqə çıxanda saat neçə olacaq? Gecə 00:00 olacaq da. Amma 7 saat 20 dəqiqə çıxdıqda əlavə 1 saat 10 dəqiqə yenə çıxmalıyıq ki, bütün sərf olunan zamanı çıxmış olaq da. İndi 00:00-dan da, yəni saat 12-dən, gecə 12-dən 1 saat 10 dəqiqə çıxanda nə olacaq? Təbii ki, 1 saat çıxanda 23:00 olur. 10 dəqiqədə çıxanda 22:50 olmuş olur da. Yəni bir saata 1 saat sualıdır. Baxaq 67-ci suala. Verilən düzbucaqlı iki düzbucaqlıya bölünmüşdür. Onlardan biri kvadratdır. Gördüyünüz kimi bu birinci düzbucaqlıdır, bu da ikinci. Kvadrata nəyə görə düzbucaqlı deyil? Biz ümumiyyətlə tərifdən bilməliyik ki, kvadrat da özü bir düzbucaqlıdır. Bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir. Yəni tərifdə belədir. Kvadratın sahəsi verilən düzbucaqlının sahəsindən 3 dəfə kiçikdir. Burada diqqət eləməliyik bir məqama. Hansı məqamda o? Burada bizə həm bu düzbucaqlı var, bölünmüş düzbucaqlı, bir də bütün düzbucaqlı var. Başda deyir, verilən düzbucaqlı iki düzbucaqlıya bölünmüşdür. Onlardan biri kvadratdır. Kvadratın sahəsi verilən düzbucaqlının sahəsi. Verilən, yəni bizə ən başda verilən o böyük düzbucaqlının sahəsindən 3 dəfə kiçikdir, yəni kvadratın sahəsi.
Ona əsasən indi biz bu şəkli biraz qıraqda böyük bir şəkildə çəkək. Deməli, burada bir dənə kvadrat əmələ gətirək. İndi deyir kvadratın sayısı verilən, yəni böyük düzbucaqlının sayısından 3 dəfə kiçikdir. Yəni ki, bura x-dirsə, burada x-dir o heç. Kvadratın tərəfləridir da. Verilən, yəni böyük düzbucaqlının sayısı, kvadratın sayısı neçədir? X kvadratı. Onda böyük düzbucaqlının sayısı, yəni verilən düzbucaqlının sayısı bu kvadratdan 3 dəfə böyüksə, deməli onun da sayısı olacaq 3x kvadratı. Həmin böyük düzbucaqlının görürük ki, biz eni x-dir. Burada x-dir, burada x-dir. Onda uzunluq neçə olmalıdır ki, sahə 3x kvadratı olsun. Uzunluğu da tapmaq üçün 3x kvadratını x-ə bölürük ki, görək x-i nəyə vurmuşuq ki, 3x kvadratı alınıbdır. Deməli, orada 3x olmalıdır. 3x bütün uzunluqdur. Yəni, 3x bütün uzunluqdursa, buradan bura kimi kvadratın tərəfi olan hissə x-dirsə, geriyə qalan hissə, yəni baxın, buradan bura kimi olan hissədə 3x çıxılsın x-dən 2x gəlir. Burada 2x, burada 2x. Deməli, indi biz nəyi tapmalıyıq? Kvadratın perimetri verilən düzbucaqlının perimetrindən neçə dəfə kiçikdir? Yenə baxın, verilən düzbucaqlı, yəni böyük düzbucaqlının perimetrini deyir. Baxın, bu sol tərəfdəki düzbucaqlıdan demir. Kvadratın perimetri biz görürük ki, 4x-dir. P kvadrat yazaq. 4x-dir. Verilən düzbucaqlının perimetri neçədir? Eni x-dir, uzunluğu da 3x-dir. Onda P düzbucaqlı nə olacaq? 2 vurulsun uzunluq üstəgəl n. O da bərabərdir 2 vurulsun 4x-ə. O da bərabərdir 8x-ə. 4x 8x-dən neçə dəfə kiçikdir? 8x-i bölək 4x-ə. Oradan da başa düşürük ki, ixtisardan sonra cavab gəlir 2 dəfə kiçiymiş kvadratın perimetri. Cavab oldu B. Baxaq 68-ci suala. Anna, Tina və Nino meyvə yığdılar. 3 nəfərin yığdığı meyvə indi başlayır biri bundan bu qədər az, bu bundan bu dəfə çox. Təbii ki, biz bunları işarələməliyik dəyişənlə. Deməli, bir Anna var, bir Tina var, bir də Nino var. Bu tipli suallar düşür illərdə. Yəni bir dəfə, bir-iki dəfə düşmür, bir neçə dəfə düşüblər. Anna Tinadan 4 kiloqram az, Anna Tinadan 4 kiloqram az, Nino isə Tinadan 3 dəfə çox meyvə alıb. Anna 5 kiloqram. Yəni bizə dəyişənin özü başda verir Annanın 5 kiloqram meyvə aldığını. Yəni Annaya B deyək və nə deyib? Anna Tinadan 4 kiloqram az. Anna Tinadan 4 kiloqram az, o deməkdir ki, Tina Annadan 4 kiloqram çox yığıb. Yəni B üstəgəl 4. Nino isə Tinadan 3 dəfə çox meyvə aldı. Nino Tinadan, yəni 3B B plus 4-dən 3 dəfə çox. 3 vurulsun B plus 4 olacaq. O da nəyə bərabər olacaq? 3B üstəgəl 12-yə. Nəyi soruşur? Ümumi çəkiləri, aldıqları meyvənin ümumi çəkiləri harada düzgün əks olunubdur? B, B plus 4, 3B plus 12. Neçə eləyəcək? Dəyişənləri toplayanda B, B, 3B, 5B. Ədədləri toplayanda 4 ilə 12, 16. Çox sadə bir sual. Keçək 69-cu suala. Düzgün 10 bucaqlının hər bir təpəsi O mərkəzi olan çevrədə yerləşmişdir. AB bu 10 bucaqlının tərəflərindən biridir. OAB bucağının kəmiyyəti neçə dərəcəyə bərabərdir? İndi O mərkəzli bir dənə çevrə var. Düzgün 10 bucaqlıda bütün təpələri bu çevrə üzərində. Yəni düzgün 10 bucaqlı çevrənin daxilinə, çevrə də xaricə çəkilibdir. Bu şəkli ümumiyyətlə təsvir etməyə çalışaq. Hər nə qədər bucaqların, yəni 10 bucaqlarının sayı çox olmağına baxmayaraq, daha yaxşı başa düşməyimiz üçün ümumiyyətlə düzgün 10 bucaqlı yox da bütün düzgün çox bucaqlıların bütün bucaqları və tərəfləri bir-birinə bərabərdir. Yəni bütün bucaqları və tərəfləri bir-birinə bərabər olan çox bucaqlıya düzgün çox bucaqlı deyilir. Məsəl üçün düzgün 3 bucaq nədir? Bərabər tərəfli 3 bucaqda bütün tərəfləri və bucaqları bir-birinə bərabərdir. İndi bir dənə həmin düzgün 10 bucaqlıyı çəkməyə çalışaq. Çevrə daxilində. Bütün təpələrin çevrə üzərində olmağı o mənaya gəlir çünki. Elə 4, 5 təxmini yardayıq.
Yəni təxmini məncə çəkməyi bacardıq. Hətta biraz düzəliş eləsək, təpələr çevrənin üzərində olsun. Nəysə, bu qədər alınır. Deməli, bizdə düzgün çoxbucaqlının bütün təpələri çevrənin üzərində olmaq həmin çoxbucaqlının çevrənin daxilinə çəkilib. Yəni çevrə xaricə çəkilmiş çevrədir. İndi çevrənin bir dənə mərkəzi olsun. O mərkəzi. İndi biz başa düşməliyik ki, buradan o mərkəzindən AB də bu bucaqlının tərəflərindən biridir. Fərqi yoxdur. Bütün tərəflər bir-birinə bərabərdir. İxtiyari bir tərəfi götürün. Bura A təpəsi deyin. Burada B təpəsi deyin. İndi biz buranı birləşdirək. Bizdən OAB bucağını soruşur çünki dərəcə ölçüsü neçəyə bərabərdir. Çox sadə bir sualdır. Əslində bu qədər şəkil çəkməyimizə baxmayaraq başa düşün deyə çəkdim. Normalda şifahi verilə biləcək həndəsə sualdır. Deməli burada O təpəsidir. İndi nəyi soruşur? OAB. OAB-ni soruşur. Deməli, biz buradan nəyi başa düşməliyik? OAB bucağının dərəcə ölçüsü. Birinci baxın, başa düşməliyik ki, bu hər ikisi radiusdur. OB də OA da həmin çevrənin radiusu. Bunlar bir-birinə bərabərdir. Yəni bu OAB üçbucağı eləcə də bütün baxın bu mərkəzlə təpələri birləşdirəndə əmələ gələn üçbucaqların hamısı bərabər yanlı və konqruentdir. Hər nə qədər mən tərəflərin uzunluğunu biraz fərqli çəkdiyimə görə konqruent olduqları görünmür, amma nəzəri olaraq bunlar konqruentdir. Mənim şəklimə siz çox da fikir verməyin o baxımdan. Belə çəkəndə bunların hamısı konqruent bərabər yanlı üçbucaqlardır. Baxın, burada fikir verin. Bucaqlar əmələ gəlir. Bunların hamısı bir-birinə bərabərdir. Konqruent olduğuna görə həmin üçbucaqlar, təpə bucağı da bərabər yanlı üçbucaqdır. Və ümumiyyətlə düzgün 10 bucaqlı bir qırağa dursun. Düzgün çox bucaqlıda həmin düzgün en bucaqlı daha doğrusu həmin bucağın dərəcə ölçüsü nəyə bərabər olacaq? Biz bilirik ki, bura ümumiyyətlə tam bucaqdır. Belə fırlanma ilə əmələ gəlir. 360 dərəcədir. Bəs indi burada 10 bucaqlı olanda 10 dənə bucaq əmələ gəlmirmi? 10 dənə üçbucağa görə. Deməli oradakı bir dənə bucaq nəyə bərabərdir? 360 bölünsün 10-a. Düzgün 10 bucaqlı olduğuna görə. Deməli həmin bir dənə bucaq 36-dır. Həmin bir dənə bucaq 36 ilə buradakı OB bucağı da 36 dərəcə olur və bura demişdik bərabər yanlıdır. Deməli bu bucaqlar bir-birinə bərabərdir. Bərabər tərəfləri qarşısında durduğuna görə. Yəni 2 alfa plus 36 bərabər olacaq 180-ə. 2 alfa 180 çıx 36-dan 144. Deməli alfa da bərabər 144 bölü 2-dən 72 dərəcə gəlmiş olur. Bunun dərəcəsini yazaq. Deməli 72 dərəcə gəlmiş olur. Həmin 72 dərəcə də onsuz da buradadır. Tutaq ki 8 bucaqlı olardı. 8 bucaqlı olanda nə olardı? Yəni təkcə 10 bucaqlıyı işləməyi biz öyrənmədik burada. Düzgün 8 bucaqlı olanda da buradakı bucağa dediyimiz kimi mərkəzi bucaq deyilir. 8 dənə mərkəzi bucaq əmələ gəlmiş olur. 36-ın 360-ı daha doğrusu böləcəydik 8-ə hər birini tapmaq üçün. Eləyəcəkdik 45. Deməli digər ikisinin cəmi də 135 olmalıdır ki, cəm 180 olsun. 135 ilə 2-yə böləndə deməli oradakı OAB bucağı 8 düzgün 8 bucaqlı olsa 67 tam onda 5 gələrdi. 135-i 2-yə böləndə ilə 6-dır. Baxaq 70-ci suala. Məcmuədə eyni cür konfetlər var. Liya konfetlərin 1/1 hissəsini, Giya isə qalan konfetlərin 1/1 hissəsini götürdü. Bundan sonra məcmuədə cəmi 4 ədəd konfet qaldı. Əvvəlcə məcmuədə neçə konfet var idi? Baxın, burada diqqət eləməsi məqam bu. Bax, bu söz çox önəmlidir. Qalan. Nəyə görə çox önəmlidir? Çünki bu sözü nəzərə almasaq, Giya da konfetlərin 3/1 hissəsini götürür. Giyanın konfetlərin 3/1 hissəsini götürməyinlə qalan konfetlərin 3/1 hissəsini götürməyi eyni bir şey deyil. İndi Liya ümumiyyətlə deyək məcmuədə x ədəd konfet var. Liya onların 3/1-ni, yəni 3/1 x-ini götürür. Nə qədər konfet qalır? X çıxılsın 3/1 x. X-in qarşısındakı əmsal 1-dir. Yəni 1-i də 3/3 kimi başa düşə bilərik. 3/3 kimi. 3/3 x-dən 3/1 x çıxanda 3/2 x. Deməli, bu qədər konfet qaldı. Bu qədər konfet qaldı. İndi Giya bu qədər konfetin, yəni qalan konfetin 3/1-ni götürəcək. Yəni x-in 3/1-ni yox. Başda nə qədər var idi, onun 3/1-ni də o götürmür. Yəni Giyanın götürəcəyi konfeti belə tapırıq. 3/2 x-in 3/1-i. Bu da neçə eləyir? Sürəti məxrəcə 9-da 2x-ini götürəcək Giya.
nə qədər qalmışdı? 3-də 2x qalmışdı. İndi tapdıq ki, o da 9-da 2x-i götürəcək. Və nə qədər qalacaq indi? 3-də 2x-dən çıxırıq qiyanın götürdüyünü. Tapdıq qiyanın götürdüyü bu qədərdir. İndi bu qədər qalandan da qiyanın götürdüyünü çıxırıq. Bərabər olmalıdır nəyə? O da götürəndən sonra 4 ədəd konfet qalır. Bir dəyişənini tənlik aldıq da burada da. 3-də 2-nin sürət və məxrəcini tamamlayıcı vuruq olan 3-ə vuraq ki, məxrəc 9 olsun. Yəni, həm sürət həm məxrəci 3-ə vuranda 9-da 6x çıxılsın 9-da 2x bərabərdir 4-ə. Deməli, 9-da 4x bərabərdir 4-ə. Deməli, x də bərabərdir 9-da 4-ü digər tərəfə bölmə kimi keçiririk. Böl 9-da 4. 9-da 4-ə bölmək onun tərsinə vurmaqla eyni şeydir. Yəni 4 vurulsun 4-də 9. 4-lər ixtisar gedir. Yəni 9 qaldı. Deməli, x 9-a bərabər imiş. Elə x-i də biz başda məcmuədə olan konfetlərin sayını götürmüşdük. Ona görə elə əvvəlcə onu soruşur. Əvvəlcə məcmuədə neçə konfet var idi? 9 konfet var idi. İndi baxaq 71-ci suala. Turistlər qrupunun üzvlərindən bəziləri yalnız ingilis dilini, bəziləri yalnız alman dilini bilir, qalanları isə hər iki dili bilirlər. Baxın, fikir verin. Qalanları isə hər iki dili bilirlər. Yəni, Venn diaqramı çəkəndə, təbii ki, bu tip suallarda Venn diaqramı istifadə eləmək lazımdır. Elədik. Bunu gətirək. Deməli, bunlar ingilis dilini bilənlər çoxluq olsun. Bunlar alman dilini, burada hər ikisini. Qalanları da hər ikisini bilir. Yəni, elə bir insan yoxdur ki, turist qrupunda heç bir dili bilməsin. Yəni, bütün turistlərin 100% ilə bax, bu ən azı iki çoxluqdan birində olmalıdır. İndi baxın, nəyi tapmaq üçün? Hər iki dili bilən turistlərin sayının nəyə bərabər olduğunu müəyyən etmək üçün. Aha. Deməli, bizə birinci şərtdə, yəni bax, bu ortadakı hissənin, yəni hər iki dili bilənlər orada axı, sayının nəyə bərabər olduğunu müəyyən etmək üçün görək hansı şərt kifayətdir. İngilis dilini 12 turist bilir. İngilis dilini bilmək ya təkcə ingilis dilini, ya da həm alman, həm də ingilis dilini bilməkdir. Yəni, bura ilə buranın cəmi 12-yə bərabərdir. Amma nə tər bölündüklərini biz bilmirik axı. Ola bilsin 1-in 11-ədir, ola bilsin 2-nin 10-adır, 3-ün 9-adır, həm də hasının 3, hasının 9 olduğunu da bilmirik. Yəni, hasının 1, hasının 11. Ona görə cəmi 12 olan 2 ədədi biz nə cür göstərə bilərik? Kəsişməyə x deyək, çünki elə bizdən elə onu soruşur. Onu x-lə ifadə eləsək yaxşı olar. İngilis dilini bilənlər toplam 12 olduğuna görə qalanı da, yəni təkcə ingilis dilini bilənlər də 12 çıxılsın x. Həqiqətən bu təkcə ingilis dilini bilənlərlə ingilis və alman dilini bilənlərin sayının cəmi 12-dir də. O da elə ingilis dilini bilənlərə aiddir. Deməli, indi birinci şərtdən kifayət elədimmi bizim hər iki dili bilən turistlərin sayının nəyənə bərabər olduğunu müəyyən etmək üçün? Yox, təbii ki, x biz hardan bilək neçədir? Bayaq dediyim kimi, 1 11 də ola bilər, 2 10 da ola bilər, yəni 2 bura da ola bilər, 10 bura, 10 bura, 2 bura. Yəni nə qədər variant çıxır da buradan? Müəyyən eləyə bilmirik. İndi ikinci şərti, təkcə ikinci şərti istifadə etsək. Təkcə ikinci şərti nəzərə alın ki, bura 12 çıx x yazmamışam. İndi alman dilini bilən 18 turist varsa, onların x-i həm alman, həm ingilis dilini bilirsə, qalanları da, yəni 18-in qalanı da təkcə alman biləcək. Deməli, 18 çıx x də alman bilir. İndi yenə eyni qayda ilə biz x-i tapa bilərikmi? Dediyim kimi, 12 çıx x-i nəzərə almayın. Onu birləşdirəcəm, hələlik orada qalsın. 18 çıx x təkcə almanı bilir, ikisini bilənlər də x-dir. Yenə tapa bilmirik, eyni səbəbdən. Biz hardan bilək x neçədir? 1 17 də ola bilər, 2 16 da ola bilər, 3 15 də ola bilər. Onların yer dəyişməsi də ola bilər. Onda hər ikisini bilənlər üçün nə qədər variantımız var bizim. Amma hər ikisini birləşdirsək, alman dilini 18 turist bilir. Artıq birləşdirilmiş formanı onsuz da görürdünüz. Bunu silmədim mən bayaq. Bu elə birləşdirilmiş formadır da, yəni x-in nə qədər olduğunu biz yenə müəyyən eləyə bilməyəcəyik. Sadəcə onu bilirik, 12 turist ingilis dilini bilir. Ona görə x-i həm ingilis, həm alman, 12 çıx x-i də ingilis dilini bilmiş olacaq. X-i hər ikisini bildiyinə görə və alman dilini bilənlər 18 olduğuna görə təkcə alman dilini 18 çıx x-dir. Biz indi hardan bilək ki, bu x nəyə bərabərdir? Məsəl üçün, x ola bilər 1 olsun. X 1 olanda təkcə almanı 17 nəfər biləcək 18 çıx x-dən, ingilisdə 11 nəfər. Ola bilərmi? Ola bilər. X ola bilsin 2-dir. Onda bunu 16 nəfər biləcək, bunu 10 nəfər. Ola bilsin 3-dür, bu 15-dir,
Bu 9-dur. Yəni burada nə qədər variant əmələ gəlmiş olur? Ona görə biz onu müəyyən eləyə bilmirik. Deməli, davam eləyək. Bura verilən şərtdə kifayət deyil deyib davam eləyək. 72-ci sualdan. Sinifin şagirdlərindən oğlanların və qızların bir qismi rəqs dərnəyinə gedir. 2 şərt verilir. Bütün hamısı getmir, bir qismi gedir deyir. Onu da nəzərə almalı ola bilərik sualda. Yadımızdan çıxmasın. Nəyi tapmalıyıq? Sinifdəki şagirdlərin ümumi miqdarının neçə qisminin, yəni hansı hissəsinin, tərcümə ilə belə gəlir, rəqs dərnəyinə getdiyini müəyyən etmək üçün. Birinci şərt. Tutaq ki, sinifdə ümumiyyətlə oğlan-qız sayını bilmirik. Oğlana x deyək, qız sayına da y deyək. İndi deyir, oğlanların 1/4 rəqs dərnəyinə gedir. Yəni 1/4 x rəqs dərnəyinə gedir sinifdə. Və sinifdəki şagirdlərin ümumi miqdarının hansı hissəsini təşkil edir bu 1/4 x? Bir ədəd digərinin hansı hissəsini təşkil edir? Həmin ədədi digər ədədə. Yəni, sinifdəki uşaqların sayı nədir? X üstəgəl y-ə bölürük. Biz bunun nəyə bərabər olduğunu tapa bilərik. Təbii ki, tapa bilmərik. Haradan tapa bilərik? 2 dəyişənli nisbət verilibdir bizə. 2 dəyişənin olduğu nisbət verilib. Biz bilə bilmərik. 4/1 x bölü x olsaydı, x-lər ixtisar gedib həmin nisbətin 4/1-ə bərabər olduğunu tapardıq. Amma y də əlavə olunandan sonra və y-i x-lə ifadə edə bilmirik. Çünki oğlanlar qızlardan neçə dəfə çox, neçə dəfə az, nə qədər az, nə qədər çox. Belə bir məlumatımız da yoxdur. Yəni, bu kifayət eləməyəcək birinci şərt. Birinci şərt kifayət eləmir. İkinci şərtə baxanda qızların 1/4 rəqs dərnəyinə gedir. Yenə kifayət eləməyəcək. Nə fərqi var ki, 4/1 x bölünsün x plus y tapamırıqsa, 4/1 y bölünsün x plus y də tapa bilməyəcək də. Y, yəni qızların sayının 4/1 hissəsi. Bunu da tapamayacaq. Amma birlikdə istifadə eləsək, həm oğlanların 4/1 hissəsi, həm də qızların 4/1 hissəsi rəqs dərnəyinə gedirsə, deməli onda rəqs dərnəyinə gedən uşaqlar 4/1 x üstəgəl 4/1 y olmayacaqmı? Onun da x üstəgəl y-ə nisbəti nəyə bərabər olacaq? Təbii ki, 4/1. Nəyə görə? Buradan 4/1-i ortaq vuruq kimi çıxartsaq, mötərizənin içində x üstəgəl y, burada x üstəgəl y, bunlar ixtisar getdi. Yəni 4/1 bölü 1 qalır. O da elə 4/1-dir. Deməli, hər ikisini birdən istifadə edəndə həmin şagirdlərin, rəqs dərnəyinə gedənlərin bütün sinifin 4/1 hissəsini təşkil edədiyini tapa bildik. Və bunu tapa bilməyimizin tək səbəbi odur ki, deməli, birlikdə kifayət elədilər. Hər ikisinin hissəsi bir-birinə bərabər idi. Yox desəydi, məsəl üçün, qızların hissəsi 3/1-dir. Onda belə tapa bilməyəcəkdik. X ilə y arasındakı əlaqəni bilmədən. Burada 4/1-i ortaq vuruq kimi çıxarda bilirik, amma orada çıxarda bilməyəcəkdik. Və yaxud 2/1 olsa belə. Fərqi yoxdur. Hissələr fərqli olsa, bu nisbəti tapa bilməzdik biz. Deməli, 73-ə baxaq. Düzbucaqlının sahəsi 1000 kvadrat metrdir. Şərt verilir. Verilən düzbucaqlının perimetrinin nəyə bərabər olduğunu müəyyən etmək üçün. Perimetri tapmaq üçün bizə həm en, həm uzunluq lazımdır. İndi birinci şərtdən görək tapa bilirikmi? Və başdakı şərti onsuz da hər ikisində istifadə edirik. Düzbucaqlının bir tərəfinin uzunluğu ikinci tərəfinin uzunluğundan 2,5 dəfə artıqdır. Birinə x dedim, digərinə də 2,5 x dedim. İndi bunların hasilini də, yəni enin uzunluğa hasili bizə bilirik ki, sahəni verir də 1000-ə bərabərdir. Yəni 2,5 x kvadratı bərabərdir 1000. Hər tərəfi 2,5-ə bölək, yəni x kvadratı bərabərdir 1000 bölünsün 2,5. Əgər bunun 400 olduğunu görənmirsinizsə, bu 2,5-i tam ədəd eləmək üçün, onsuz da 400-də o heç. Bunu yazım, amma bir də bir şey də deyim. Bunun 400 olduğunu görə bilmiriksə, götürün həm sürəti, həm məxrəci 2-yə vurun. Bu 0,5-i 2-yə vuranda 1 olacaq, tam ədəd əldə edəcək. Yəni 2000 bölünsün 5. Görürsünüz, buradan artıq 5-ə böləndə 400 olduğunu rahat görürük. Lap tutaq ki, görmədiniz, o 2,5-də 2-yə vurmursunuz. Ən pis halda 10-a vurun. Yəni, həm sürət, həm məxrəci. Onda da 10.000 bölünsün 25 olacaq. 2,5-ə ona vuranda vergül bir vahid sağa keçəcək. Yəni, ən pis halda bunu görüb, bu ədədi 25-ə bölməliyik. Oradan 400 əldə eləməliyik. Yəni, sadə bir şeydir, amma yenə də dedim, bəlkə bilməyənlər ola bilər, deyim. Deməli, x kvadratı 400-dür. Deməli, x də bərabərdir. Təbii ki, plus-minus kök altında 400 olardı, amma tərəfin uzunluğundan söhbət gedirsə, oradakı -20 yox da
20-yə bərabər olacaq x. Tərəfin uzunluğu necə mənfi 20 olacaq? Deməli, tərəfin uzunluğu 20-dirsə x, bir tərəfin uzunluğu. Digər tərəf 2,5 vur 20 olmayacaqmı? Yəni 50. Bir tərəf 50, bir tərəf 20. Təbii ki, perimetri tapa bilirik. 2 vurulsun 20 üstə gəl 50-dən. Bu düzbucaqlının perimetri 2 vur 70-dən 140 gələcək. Deməli, birinci şərt kifayət elədi. Buna bir plus qoyaq. İkinci şərt. Düzbucaqlının tərəflərinin birinin uzunluğu 20 metrə bərabərdir. Bu lap sadə şərtdir. Biri 20-dirsə, digərinə x deyək və onların hasili 1000-ə bərabər olacaq. Deməli, burada x nəyə bərabərdir? 1000 bölünsün 20-yə. 20-ni digər tərəfə atırıq. Deməli, x də bərabərdir. 1000 20-yə böləndə eləyəcək 50. Digər tərəf də 50-dir. Deməli ki, nədir? Perimetri yenə tapa bilirik də. Bir tərəf 20, bir tərəf 50-dirsə, perimetr düsturunda yerinə qoyuruq həmin tərəfləri. Tapırıq yenə 140. İki şərt dairə arasında kifayət elədi. Ona görə cavab olacaq C variantı. İndi baxaq 74-cü suala. İdman mağazasında eyni cür papaqlar, maykalar və şalvarlar satılır. İki şərt verilibdir. Bizə nəyin kifayət elədiyini soruşur. 2 şalvarın qiymətinin yaxud 8 maykanın qiymətinin daha yüksək olduğunu müəyyən etmək üçün. Aha. 2 şalvar mı yoxsa 8 mayka? Birinci şərtə baxaq təkcə. Bir şalvarın qiyməti birlikdə 4 maykanın və bir papağın qiymətindən artıqdır. Ümumiyyətlə, bunların qiymətinin nə olduğunu bilmirik. Hamısına bir dəyişən deyək. Elə öz baş hərflərini deyək. Elə x, y, z-ə ehtiyac yoxdur. Bir şalvarın qiyməti, yəni bir şalvarın qiyməti 4 mayka və bir papağın qiymətindən artıqdır. Böyükdür 4 mayka üstə gəl bir papaqdan. Birinci şərtində görək kifayət eləyirmi? Nə üçün? Bir şalvarın qiymətinin yoxud 8 maykanın qiymətinin daha yüksək olduğunu müəyyən etmək üçün. Baxın, bir şalvar 4 mayka ilə müqayisə edir. 4 mayka üstə gəl bir papaq olmalıdır. Bura mən niyə 1 yazmışam? P-dim. Bir şalvarın 4 mayka üstə gəl bir papaqdan artıq qiymətə malik olduğunu bilirik. Bəs 2 şalvarın 8 maykadan fikir verin. Elə bir şalvarla maykanın əmsalları 2 qat artır. Biz hər bir bərabərsizliyin hər bir tərəfini 2-yə vursaq, 2 şalvarın qiymətinin 8 mayka üstə gəl 2 papağın qiymətindən artıq olduğunu bilirmi? Təbii ki, papaq da müəyyən bir qiymətə sahib olduğuna görə, biz ona görə biləcəyik ki, 2 şalvarın qiyməti 8 mayka 2 papaqdan artıq olduğuna görə, ayrıcalıqda 8 maykadan da bahadır. Deməli, birinci şərt kifayət elədi. İkinci şərtə baxaq. Bir şalvarın qiyməti birlikdə 2 maykanın və 3 papağının qiymətindən artıqdır. Bu dəfə bizə verdiyi şərt budur. Şalvarın qiyməti 3 mayka üstə gəl, daha doğrusu 2 mayka üstə gəl 3 papaqdan artıqdır. İndi biz buradan 2 şalvarın qiymətinin bərabərsizliyin hər tərəfini 2-yə vuranda 4 maykadan üstə gəl 6 papaqdan çox olduğunu bilirik. Amma biz hardan bilək ki, bunun qiyməti həmçinin 8 maykadan da çoxdur, 2 şalvarın qiyməti. Çünki papağın qiymətinin maykadan qiymətindən nə qədər çox olduğunu, az olduğunu bilmirik. Gərək buradakı 6 papağın qiyməti 4 maykaya bərabər olsun ki, ya da 4 maykadan baha olsun ki, nəyə görə baha olsun ki deyirəm. 4 maykaya bərabər olanda burada nə əldə edəcəyik? 8 mayka, yəni 2 şalvar 8 maykanın qiymətindən artıqdır. 4 maykadan artıq nəyə görə dedim? Çünki 4 maykadan artıq olanda burada əldə edəcəyimiz ifadə 8 maykadan artıq olmayacaq. Yəni 2 şalvar 8 maykadan artıqdırsa, 8 maykadan da artıqdır. Cümlə biraz qəribə oldu, amma doğrudur. Nəyə görə 6 papağın qiymətini 4 maykadan az demirəm? Çünki 6 papağın qiyməti 4 maykadan ucuz olanda burada əldə edəcəyimiz məbləğ 8 maykanın qiymətindən kiçik bir məbləğ olacaq. Nəyə görə? 4 mayka üstə gəl 4 maykadan ucuz bir məbləğ. Yəni 4-dən az olacaq M-in əmsalı, maykanın əmsalı. Ona görə 8 maykadan ucuz bir şeydən baha olmağı 2 şalvarın 8 maykadan baha olacağı mənasına gəlmir. Deməli, cavab nə olacaq? 1 kifayət elədi, 2 yox. Cavab oldu A variantı. 75-ə baxaq. 75 maraqlı bir suala bənzəyir. B natural ədəddə 2 şərt verilibdir. Deməli, bu şərtlər B ədədinin 6-ya bölükdə alınan qalığın nəyə bərabər olduğunu müəyyən etmək üçün. Deməli, birinci şərtə baxaq görək. B ədədini 9-a böldükdə alınan qalıq 2-yə bərabər. İndi B elə bir natural ədəddir ki, onu 9-a böləndə qalıq 2 olur. Bu ədədi nə formada yaza bilərik? B bərabərdir 9
m üstəgəl 2. Haradakı m sıfırdan böyük bərabər bir ədəddir. Tam ədəd. Sıfırdan böyük bərabər tam ədəddir. Deməli, sıfırdan böyük bərabər tam nəyə görə? Çünki m sıfır ola bilər də. M sıfır olanda b 2-yə bərabər olur. 2 9-a bölündə qalıq 2 alınırmı? M 1 ola bilər. 11. 11 9-a bölündə qalıq 2 alınırmı? Alınır. Yalnız bu tip ədədləri 9-a böləndə qalıq 2 alınır. Yəni m də bu tip bir ədəddir. Bu cür yazılışla göstəririk biz onu. İndi dedik ki, məsəl üçün b ola biləcək ədədlər bunlardır. 2-dir, 11-dir. M-in yerinə 0 və yaxud da natural ədədləri qoya bilərik. B-nin natural olması üçün. Ondan sonra neçə gəlir? 20-dir. 9, 9 artacaq da m-i 1 vahid artırdığımıza görə. 29-dur və belə-belə davam eləyir. İndi bu ədədləri 6-ya böləndə qalıq nə olacaq? Təbii ki, 2-yi böləndə qalıq nə olacaq? Qalıq olacaq 2. 11-i böləndə 6-ya qalıq 5. 20-yi böləndə qalıq 2. 29-u böləndə qalıq 5. Belə-belə 2, 5, 2, 5, 2, 5 davam edir. Yəni, biz qalığı konkret bir şəkildə tapa bilmirik. Ya 2, ya 5-dir, amma dəqiq deyə bilmərik. İndi, deməli, birinci şərt kifayət eləmədi. İkinci şərtə baxanda, b 3-ə böldükdə alınan qalıq 2-yə bərabərdir. Yəni, b-ni də belə yazaq. Bu dəfə 3m yazmayacağım, çünki 9m üstəgəl 2-nin 3m üstəgəl 2-yə bərabər olduğunu iddia eləmiş oluruq onda. Hər ikisi b-yə bərabərsə, buna da 3n yazaq. Üstəgəl 2. Yenə n böyük bərabərdir 0 və həmçinin yazaq ki, bunu da yazaq bu şərti. N-lə m hər ikisi tam ədəddir. Deməli, hər ikisi tam ədəddir. Deməli, indi n 0 ola bilər, məsəl üçün. N 0 olanda 2 olur. N 1 olanda 5 olur. Yəni, bu ədədlər 3-ə böləndə qalığı 2 alınan ədədlərdir bu yazılış. N-in yerinə qoyanda da görürük həqiqətən bunu. 2-yi 3-ə böləndə qalıq 2 alınır. 5-i 2-yə böləndə, 2-yə deyirəm, 3-ə böləndə qalıq 2 alınır. Ondan sonra nə gələcək? N-in yerinə 2 qoyanda 8, 3 artacaq da 11, 14. Həqiqətən 8-i 3-ə böləndə qalıq 2, 11-i 3-ə böləndə qalıq 2, 14-ü 3-ə böləndə. Həqiqətən 3-ə böləndə qalıq 2 alınan ədədlərdir. Bəs bu ədədləri 6-ya böləndə nə olacaq? 2-yi 6-ya böləndə qalıq 2, 5-i 6-ya böləndə qalıq 5, 8-i 6-ya böləndə qalıq 2, 11-i 6-ya böləndə qalıq 5. Belə-belə davam eləyəcək. Yəni, həm m, həm n üçün deyirəm bunu. M-lə n tək ədəd olanda qalıq 5 olur. M-lə n cüt ədəd olanda isə qalıq 2 olmuş olur. Bəs bu iki şərti birləşdirsək, yəni b ədədi həm 9-a böləndə qalıq 2 alınır, həm də 3-ə böləndə. Əslində heç bunları birləşdirməyə ehtiyac yoxdur. Onsuz da 9-a böləndə qalığında 2 alınan ədədi 3-ə böləndə də qalıqda 2 alınacaq da. Bunu bilməyə nə var ki? Çünki necə ki 9-a bölünən ədəd 3-ə də bölünür, eyni şəkildə 9-a böləndə qalığında 2 alınan ədəd 9-a 3-ə böləndə də qalığında 2 alınacaq. Amma 9-a böləndə qalığında 4 alınan o demək deyil ki, 3-ə böləndə qalığında 4 alınır. 3-ə böləndə qalıqda 4 alına bilməz axı. Nətər qalıq böləndən bərabər ya da böləndən böyük ola bilməz. Yəni qısaca deməyə çalışdığım, 9-a böləndə qalıq 2 alınırsa, 3-ə də böləndə qalıq yenə 2 alınacaq. 76-cı suala baxaq. Yarım kiloqram yağın qiyməti 1 kiloqram pendirlə müqayisədə 20% artıqdır. 1 kiloqram yağın qiyməti 1 kiloqram pendirin qiymətindən neçə faiz artıqdır? Deməli, 1 kiloqram pendirə biz götürək x deyək. 1 kiloqram pendirə. Onda yarım kiloqram yağın qiyməti neçə olacaq? 1 kiloqram pendirin qiymətindən 20% artıq. Yəni, x-dən 20% artıq olmayacaqmı yarım kiloqram yağın qiyməti? Yəni, yarım kiloqram yağın qiyməti 1,2x olacaq. Bəs 1 kiloqram yağın qiyməti neçə olacaq? 2,4x olacaq. Hə, 2,4x oldu 1 kiloqram yağın qiyməti. Belə yazaq, 1 kiloqram yağ. İndi bizdən soruşur ki, 1 kiloqram pendirin qiymətindən neçə faiz artıqdır? 1 kiloqram yağın qiyməti. İndi 2,4x x-dən neçə faiz artıqdır? Necə tapırıq biz bunu? 2,4x-dən çıxırıq x-i, bölürük x-ə. Çünki pendirin qiymətindən neçə faiz? Pendirə nəzərən baxırıq deyə yazdıq x. Bunu da vurduq faizə çevirdik. Deməli, onda nə olacaq? 1,4x bölünsün x vur 100 olacaq. X-lər
ixtisar gedəndən sonra 1,4-ü 100-ə də vuranda 140% artıqdır. Bunu başa düşmədinizsə altda göstərdiyimi belə də göstərə bilərəm. 1 kiloqram pendirin qiyməti x 100% olsun. Bəs onda 2,4x, yəni 1 kiloqram yağın qiyməti neçə faiz olacaq? Həmin faiz tapandan sonra həmin faizdən 100% çıxıb neçə faiz artıq olduğunu tapırıq da k faiz artıq olsun. Deməli burada k nəyə bərabərdir? Düz mütənasib asılılıqdır. Çarpaz vuranda kx bərabərdir 2,4x vurulsun 100-ə. Hər tərəfi x-ə bölsək, k bərabər olacaq nəyə? 2,4 vur 100-dən 240. Deməli, k da 240% imiş. 240% 100%-dən neçə faiz artıqdır? 140% artıqdır. Baxaq 77-ci suala. 1,1 vurulsun 10 üstü 5. Yazaq 1,1 vurulsun 10 üstü 5. Burada 10 üstü 5'i yazacağım neçə olduğunu. Heç yazmağa ehtiyac yoxdur əslində bunu tapmaq üçün. 10 üstü 5, bir arxasında 5 dənə 0 deməkdir. Onun 5 dəfə bir-birinə hasili. Olacaq 100.000. 1,1'i 100.000'ə vuranda, yəni sonuna normalda biz tam ədədi onun qüvvətinə vuranda 0 əlavə edirik. Neçə dənə 0 varsa vurduğumuz ədədin. Məsələn 5 dənə 0 olanda 5 dənə 0 əlavə edirik. Amma burada kəsr ədəddir. Ona görə bunu 2 dənə vergül sağa keçəcək. 101. Artıq 100 dəfə artırmış olduq. Yəni sonuna 2 0 əlavə eləməyimizlə eyni şeydir. Amma onluq kəsr olduğuna görə sonuna 0 əlavə eləyəndə bir şey dəyişməyəcək. 100 dəfə artırdıq. İndi 3 dənə 0 yenə artırmaq vasitəsindən 100.000 dəfə artırmış olacaq. Yəni bu ədəd 101.000-ə bərabərdir. İndi bu 101.000-i biz bu şəkildə yazmalıyıq. Onun qüvvətlərinin cəmi şəklində. O da nəyə görə 2 dənə onun qüvvəti cəmi şəklində yazılıb? Baxın, bu 2 dənə mərtəbəyə görə 100.000 10 üstü 5-ə bərabər deyilmi? Bu da 1000'dir da. 1000 də 10 üstü 3-ə bərabər. Yəni onların cəmi də, yəni 100.000-dən 1000'in cəmi elə bərabərdir 10 üstü 5-lə 10 üstü 3-ün cəminə. O da bərabər olacaq, haradadır? C variantında. 78-ə baxaq. Qutuda 8 göy, 8 qırmızı, 7 yaşıl və 6 ağ şar vardır. Qutuya baxmadan ondan eyni vaxtda bir neçə şar götürməlidirlər. Qutuda hər 4 rəngdən heç olmasa bir şarın qalması üçün maksimum neçə şar götürmək olar? Çox yaxşı bir sualdır və çox abituriyentin də oxuyanda səhv başa düşdüyü suallardan biridir. Bəlkə başa düşmədiyi suallardan biridir. Həqiqətən keyfiyyətli sualdır. Burada bəziləri belə başa düşürlər. Qutuya baxmadan eyni vaxtda bir neçə şar götürdülər. Qutuda deyirlər ki, bir şar qalsın. Yəni bir dənə göy, bir qırmızı, bir yaşıl, bir dənə ağ qalsın. Bizə dediyi şey bu deyil. Sırf belə fikirləşdiklərinə görə deyirlər bir dənə göy qalması üçün 7 göy, bir qırmızı qalması üçün 7 qırmızı, 6 yaşıl, 5 ağ götürək. Onda neçə şar götürmək olar? Onlar da toplayanda 7, 7, 6, 5 neçə eləyir? Deməli eləyəcək 25. Götürüb 25-i cavab kimi götürürlər. Elə yaxşı da 25-i qoyublar bura ki, onu götürəsiz cavab kimi. Saçdırmağa çalışıblar. Amma məsələnin mahiyyəti o deyil. Qutuda hər 4 rəngdən heç olmasa bir şarın qalması üçün maksimum neçə şar götürmək olar? Yəni maksimum neçə şar götürmək olar ki, biz tam əmin olaq ki, hər rəngdən ən azı bir dənə qalıbdır. Ən azı bir dənə qalıbdır. Məsəl üçün biz 6 dənə şar götürsək, 6-nı özümdən gətirdim, heç variantda yoxdur. Əmin ola bilərikmi ki, hər bir rəngdən ən azı bir dənə qalıbdır? Yox, əmin ola bilmərik. Ola biz 6 dənə götürdüyümüzün hamısını ağdan götürək. Hamısını ağdan götürəndə də hərəsindən bir dənə qalmış olmayacaq ən azı. Ağ qalmayanda ən azı bir dənə qalması şərtinə uyğun gəlmir axı artıq. Ona görə biz 6 dənə götürə bilmirik. 7 dənə heç götürə bilməyəcəyik. Ola biz 6 ağı götürdük, bir dənə də yaşıl götürdük, yenə ağ qalmayacaq. Və yaxud da 7 yaşıl götürdük, onda da yaşıl qalmayacaq. Maksimum, yəni neçə dənə götürə bilərik ki, ən azı hərəsindən bir dənə qaldığına əmin olaq. Məsələdə bizə deyilən budur. Bunu başa düşmək lazımdır. O da 5'dir. Nəyə görə 5'dir? Çünki 5 dənə götürəndə biz ən pis halda gedib 5'ini az olan sayda olan ağdan götürsək, yenə ağdan bir dənə qalacaq. Ağdan bir dənə qalması digərlərindən onsuz da birdən çox sayda qalır. Ən azı digərlərindən bir dənə qalması mənasına gəlir. Birdən çox və ya ən azı bir dənə və yaxud da birdən çox qalmasını istəyirik də biz. Nəyə görə 5 dənə ağ dedim bir dəfə? Çünki o biri hallarda onsuz da tam əminik ki, ən azı bir dənə qalacaq. Götür 5 dənə göy qalacaq. 5 dənə qırmızı götür, 5 dənə və yaxud da yaşıl götür, qalacaq da ən azından.
hərəsindən bir dənə və yaxud da qarışdır götür, yenə ən azı bir dənə qalacaq hərəsindən. Ona görə maksimum 5 dənə götürə bilərik ki, tam əmin olaq ki, hər şardan ən azı bir dənə qalıbdır. Çünki 6 dənə götürəmərik, çünki az saylı olan şarımızın hamısını götürmüş olacaq ən pis halda, onda hərəsindən ən az bir dənə qalmayacaq. Cavab buna görə 5-dir. İndi 79-cu sual. Əgər 3a plus 7 mənfi 5-dən böyükdürsə, birinci gəlin A-nı tapaq, hansı aralıqda olduğunu, bərabərsizlik əldə eləyək. Yəni ki, 3a üstə gəl 7 böyükdür mənfi 5-dən. Ondan sonra da görək A-nın bərabərsizliyinə uyğun hansı bərabərsizliklə eyni həllərə malikdir. İndi başa salacağım nə demək istədiyimi. Deməli, burada 3a 7-ni digər tərəfə keçəndə mənfi 7 olacaq. Böyükdür mənfi 12-dən. Mənfi 5 çıx 7 yəni ki. Deməli, A da böyükdür mənfi 4-dən. İndi A mənfi 4-dən böyükdürsə, biz onu bilirik ki, 2A da mənfi 8-dən böyükdür. Yəni, bu bərabərsizliklərin həlləri çoxluğu eynidir. 3A da, məsəl üçün, böyükdür mənfi 12-dən. Ondan sonra nə deyə bilərik? Məsəl üçün, A üstə gəl 2 böyük olacaq, elə bir sol tərəfin üstünə 2 gəldimsə, sağ tərəfində, mənfi 4-ün üstünə böyük olacaq mənfi 2-dən. Yəni, bu bərabərsizlərin həlləri eynidir. Yəni, deyir ki, bununla həlləri eyni olan digər bərabərsizlik hansıdır? Bununla eyni mənaya gələn bərabərsizlik. Həlləri bərabərsizlik ona deyirik də, biz həlləri çoxluğu eyni olan bərabərsizliklərə. İndi 2a plus 5 isə 2a plus 5 mənfi 3-dən böyükdürsə, deməli 2a da mənfi 8-dən böyükdür. A variantına baxırıq. A da böyük olacaq mənfi 4-dən. Elə həqiqətən budur da A-nın mənfi 4 olduğunu buradan da tapırıq, buradan da tapırıq. Yəni bu düzdürsə bu da düzdür və yaxud da tərsinə bu düzdürsə bu da düzdür. İki tərəfli. İndi məsəl üçün 2a çıxılsın 5-in mənfi 1-dən kiçik olduğunu deyə bilərikmi birinciyə əsasən? Baxaq indi 2a çıxılsın 5 kiçikdir mənfi 1-dən. Deməli 2a kiçikdir mənfi 1 plus 5-dən. 2a kiçikdir 4-dən. A kiçikdir 2-dən. Biz bayaq tapdıq A böyükdür mənfi 4. Burada tapırıq A kiçikdir 2. Bunların həlləri eynidirmi? Təbii ki, görürüzdə həllər eyni deyil. O birisi mənfi 4-dən, yəni bu mənfi 4-dən böyük qiymətlər alacağı mənasına gəlir A-nın. Burada tapdığımız 2-dən kiçik qiymətlər alacağı mənasına gəlir A-nın. Eyni şəkildə o birisiləri də eləyək, biraz praktik olsun. Yəni məntiqi onsuz da başa düşmüşük artıq. 3A üstə gəl 5 böyükdür 1-dən. Bu nə mənaya gəlir? 3A-nın 1 çıx 5. Yəni mənfi 4-dən böyük olduğunu, A-nın da hər tərəfi 3-ə bölsək, yəni 3-ü digər tərəfə keçirsək və yaxud da ki, yeni mənada onsuz da mənfi 4 bölü 3. Yəni mənfi 3 də 4-dən böyük olması mənasına gəlir. Bayaqsa biz A-nın mənfi 4-dən böyük olduğunu, yəni bunlar eyni həllər çoxluğu deyil axı. Və yaxud da 3A çıxılsın 5 kiçikdir 2. Deməli 5-i digər tərəfə atanda 3A kiçikdir 7-dən. A da kiçikdir 7-də, 3-də 7-dən daha doğrusu. Burada da eyni şey tapmadıq. Onsuz da sonuncunu bir dəfəlik həll olunmuş bərabərsizlik şəklində veribdir. A böyükdür 8-dən. Bizim tapdığımız isə A-nın mənfi 4-dən böyük olması idi. Yəni həllər çoxluğu eyni deyil. Yalnız A ilə başda verilən bərabərsizlikdə həllər çoxluğu eynidir. İndi baxaq son suala. Ümumi nöqtəsi olmayan iki fiqur arasında nisbi məsafəli bir fiqurun nöqtələrini ikinci fiqurun nöqtələri ilə birləşdirən kəsiklərin uzunluqlarından ən böyüyünün ən kiçiyi ilə nisbəti adlandıraq. Biraz yenə qəribə tərcümə var. Nisbi məsafəli bir fiqurun. Nisbi məsafəni yəni ki, həmin fiqurlar arasındakı ən kiçik məsafənin ən böyüyün ən kiçiyə nisbəti adlandırırlar. Yəni nisbi məsafə nədir? İki fiqur arasında ümumi, yəni ortaq nöqtəsi olmayan iki fiqur arasındakı ən böyük məsafəni ən kiçik məsafəyə bölür. Bizdə bunu çevrələrlə baxırıq, sualda elədi. Diametrin uzunluğu 4 cm, mərkəzlər arasında məsafə 8 cm olan müstəvi üzərindəki iki bərabər dairə arasında nisbi məsafə nəyə bərabərdir? Yəni, ümumi nöqtəsi olmayan ümumiyyətlə onu başa düşməliyik, ortaq nöqtə yoxdur. Yəni, nə kəsişmirlər, nə də toxunmurlar bir-birinə. İndi diametrin uzunluğu 4-dürsə, təbii ki, biz başa düşməliyik ki, bir dəfəlik radius 2-dir. Onun yarısına bərabərdir diametrin. İndi gəlin radiusu 2 olan bir-birinə bərabər çevrə çəkək. Onsuz da mərkəzlər arasındakı məsafə 8 isə biz bilək ki, toxunmur. Həqiqətən
bizə deyilən şərtə uyğun bir çevrələrdir. Bərabər olması üçün bunu belə çəkdik. Deməli, indi bunların mərkəzləri arasındakı məsafə 8-dir. Ümumiyyətlə, bunların mərkəzləri arasındakı məsafə, bunun mərkəzi bura, bu da bura olsun. Bura O1 deyək, tutaq ki. Buna da O2 deyək. İndi, bunların mərkəzləri arasındakı məsafəni götürək. Aha. İndi, bura radius 2-dir də hər ikisində də, çünki bərabər dairələrdir. Bura 2, 2-dirsə, məsafə də 8 olması üçün, bura x demirəm artıq, bir dəfəlik 4 deyirəm. Niyə? 4 olmalı ki, məsafə 8 olsun da. İndi, bu iki dairə arasındakı ən qısa məsafə nəyə bərabərdir? Ən qısa məsafə. Təbii ki, bunlar arasındakı ən qısa məsafə onların mərkəzlərindən keçən düz xəttin üzərində olacaq. Yəni, baxın, buradan, bura A nöqtəsi desək, burada B desək, bura. Ən qısa məsafə budur. 4-ə bərabərdir həmin ən qısa məsafə. Ən uzun, ən böyük məsafə nəyə bərabərdir? Təbii ki, yenə həmin ən böyük məsafə də onların mərkəzlərindən keçən düz xəttin üzərində olmalıdır. Onu da belə uzadaq. Belə. Mərkəzdən də bu tərəf uzadaq. Yəni ki, bura biraz düz xət kimi görmədi, amma elədir şərtə görə. Bunlar arasındakı ən uzun məsafə də burada indi A1 deyək, bura A demişdik. Burada artıq göstərəmirəm, burada belə göstərək. Burada B1 nöqtəsi olsun. Yəni A1 ilə B1 arasındakı məsafə də ən uzundur. Çünki mərkəzdən keçən düz xətt üzərindədir həmin məsafə, ən uzun odur. Yəni ən uzun bu deyil də məsəl üçün. Tutaq ki, belə bir məsafə ən uzun deyil. Və yaxud da olsun, belə bir məsafə ən uzun deyil. Budur ən uzun məsafə. Onlar arasında keçən ən uzun məsafə mərkəzdən keçən düz xətt üzərində olmalıdır. Həmin məsafə nəyə bərabərdir? Buradan O1-dən O2-yə kimi məsafə 8 idi. İndi bu radiusunda biz 2 olduğunu, buranın da 2, buranın da 2 olduğunu, yəni 8-in hər tərəfinə 2 əlavə eləyəndə 12 oldu. Deməli, həmin ən böyük məsafə də 12-yə. Nisbi məsafə nəyə bərabərdir? Ən uzun məsafənin ən kiçik məsafəyə nisbətidir. 12-nin 4-ə nisbəti, o da eləyəcək 3. Deməli, 3-ə bərabərdir həmin nisbi məsafə. Beləliklə, biz 2015-ci ilin ümumi qabiliyyət testinin riyazi hissəsinin sualların təhlilini yekunlaşdırdıq. Sağ olun, salamat qalın. Gələn videolarda görüşənədək.